Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı və yadı ilə beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 465-ci bölümün başlayırıq. Xeyirli olsun. Bugünkü kitablara baxaq görək ki, hansısı bizim dərdimizi deyəcək. Nəcəb bunu indirmişik amma bunu delete eləyək. Bu bir səfhədir. Dünənki kitablardan bu axtarırdıq, bunlar inibdir. Bunlara baxaq, sonra gedərik aşağıdan yenə başlarıq. Bir bu külliyat-ı parsi yazıbdır. Görək bu əgər parsi olsa oxumayacağıq. Elə əvvəldə buna baxaq və lazım olsa bunu qoyaq qırağa. Görək ki, bu nədir? Kitabın reyinə baxırıq. Əvvəl vəziyyətinə baxırıq, görək nə cürdür, cildin görsətmir, cildin içinə baxırıq, görürük ki, biraz qırışıbdır, ehtimalən su gedibdir, aşağısında su əlaməti görsənir. İkinci səfhəsində bir nömrə görürük və bir latincə yazı görürük. Nədir bunlar bilmirik və üçüncü səfhədə ağdır, dördüncü külliyat-ı parsi Türk Əlişah Türki. Nə deməkdir bu? Mətbəx fəxr nizami ya belə bir şey ya bu olubdur. Yar əzizdir, nədir bunun da? Ya Əziz şumarənin adıdır. Kitabxanə Ərşi Tamil Heydərabad. Bu kitab Tamil və Heydərabadda çap olubdur. Ehtimalən çünki çapdır və Hindistan zamanı, İngilistan zamanında çap olubdur. İkinci səfiyyə baxırıq. Bismillahirrahmanirrahim. Çox bir gözəl xətt ilə yazılıbdır. Üstünü də bir, məsələn, bir nəqqaşı çəkiblər təzhib ünvanında. Sonra beləsi bir yazı görürük. Şairin adı Türkidir. Mən burada fəqət bir şeirin görürəm. Deyir ki, جا در خراب منزل دنیا کنی چرا همچون حباب خانه به دریا کنی چرا شیرینی درم چو نیاری ز کف برون شیرینی درم چو نیاری ز کف برون با سایلی کلام ترش را کنی چرا با سایلی کلام ترش را کنی چرا اگر بی وفا عروس جهان است خویش را به عشوه هاش واله و شیدا کنی چرا حاجات خویشتن ز خدای جهان طلب مقصود خود ز خلق تمنا کنی چرا ترکی اگر ز عشق تو را نیست بهره ای با عاشقان ملامت بیجا کنی چرا. Gördük ki, burada özünün adı Türkü olaraq gətiribdir. Orada da yazıblar. Bu kitab çapdır, amma əlyazı modelində yazıbdır. Çox əcibdir. Mən bu kitaba bir sürət ilə 286 səhifədir. Dedik ki, bu kitab Heydərabadda Kitab-ı Ərşi, Kitabxanə Ərşidə ya satılırmış, ya saxlanılmış idi. Bilmirəm ki, bu orada hangi anlamı verir. Əlbəttə kitabın burada da Heydərabadın yazıbdır. Yəni biraz yekəssaq bunu əksi. O ya əziz ki Allaha ibarət olur, onun yanında və aşağıda Mustafa Fəxr Nizami mətbəi, üzrsə mən Mustafa mətbəi Fəxr Nizami Türki Vaqe Heydərabad Kən. Ehtimalən Kən iyalət adıdır Hindistanda və Heydərabad da bir bölgəsinin, şəhərinin adıdır. Oracan bilirəm, amma o Kəni bilmirəm düzün axtarsaz, amma tapmaq olar. Yəni, düz deyək ki, axtarıb tapa bilməyək. Mən bunu bir sürət ilə bir beləsi baxa-baxa gedim, görüm ki, əcəba bunun Türkcə kitabı var ya yox. Amma gözəl şeirləri var, insafən. Gözəl şeirləri vardı.
Mesela ki bu 250 səfərin hərəsindən adam istəyir bir kəlmə oxuya, yenə görəcəksiniz ki, bir 10-15 dəqiqə aparacaqdır vaxtımızdan. Bu kitab çapının tarixini görmədim. Mən əcəba bir də qeydim baxım görüm bunun kitabın çapına bir tarix tapa bildik. 1592 kimi bir şey görsənir, amma əcəba bu tarixdir ya yox? Və hangi tarix ola bilər? Yəni o da bir məsələdir. Kitabdan oradan sonra tarixi yoxdur. 23-cü səhifəyə getmişdik. Biz bilirik ki, Hindistanda türk yazan şairlər və kitablar, təhqiqatlar çoxdur. Çünki özəlliklə Əlişir Nəvai dövlətində, yəni o zaman Əlişir Nəvai huzurları olanda, əlbəttə ondan dünən 2 kitab oxuduq ki, ayın dediyinə görə Divan-ı Gəda və Divan-ı Lütfi. Divan Lütfi Əlişir Nəvaidən 100 il öncəyə qədər gedir və Divan-ı Gəda Əlişir Nəvai olarkən diriymiş. Yəni Əlişir Nəvaidən qabaqdır. Ona görə bunların yazılarına deyirlər ki, daha öncə yazılmış kitablar. İndi ona bir ad deyirdi. Məsələn, elmə ad qoyublar. Mən o elmə adı yadıma gəlmir. Beləsi tapa bilməyəcəm. Mən gedim axirlərinə baxım, görüm ki, hər şeirinə baxmaq olmur. Yəni vaqiqiyyət budur ki, çox qəsidələri də var əlbəttə. Şairin adını çox böyük çap eləyibdi. Hər birinə də biz bunu nəzərdə tutmalıyıq ki, fars yazmağı heç bir türk yazısı təbii ki, daha yaxşı olardı. Yəni bizim bu günləri daha özümüzə nə deyirlər, çox iftixar elərdik, amma fars olması bizim şeyimizə deyil, zərərimizə də deyil. Yəni təbii ki, olsaydı türkçə daha yaxşı olardı. Amma farsça yazması bunu deməkdir ki, bizim insanlarımız neçə dildə eləyə biliblər ki, ədəbiyyat yaratsınlar, düşüncə yaratsınlar. Bu da çox önəmlidir. در مدح میر محبوب علی خان بهادر سلطان Heydərabad kən. Bunun da haqqında əlbəttə bunu şeydən soruşmaq olar, amma əgər farsça olsa bunu üstündə araşdırma aparmayacağıq. Buradan bu üzə elə bir zahirən Dərmət İqbalı Dövlə Bəhadur Vəzir Əzəm Heydərabad kən. Bu cür adamların haqqında bunları yazıbdır. Bunlardan tarixi çıxartmaq olar ki, bu kitab hangi zaman yazılıbdır. Təbiətən bu Fîmət Divanı be təqrib Huli belə bir şey vardı. Nə deməkdir? Həcv yazıbdır. Ehtimalən bəzi adamlar ki, pul verməyiblər, onları da ehtimalən hesabı döyəşləyibdir. Bəzi divanların tarixini yazıbdır. Cəlibdir. O zamanda hangi divan kimindir? Tarix təb'i
زاد از حضرت نواب غلام محبوب صحابی محبوب تخلص لاهوری muhatap ve sultan şüara. Aha, buradan bu üzədə, yəni 223-cü səhifədən sonra da bu adamın yaşayışı haqqında yazıblar. Saqinaməsi var bir dənə. Təqribən kitabın axirlərinə yetişdik. Risale-i Al Mafruz məruf be Der Hüseyn. İhtimalən bu ayrı, kim yazıb indi bunu? Əlbəttə ehtimalən bir ayrı şəxsiyyətindir. Qol-i müsənnif burada eyzən az Cənab-ı Mevlavi Abdülğəfur sahib nami. Bu ehtimalən bir adamdır. Bu kitabın tarixi haqqında şeirlər ehtimalən deyibdir. Qələtnaməsi vardı. Ondan sonra da qurtardı getdi. Yəni bir şey yazmayıbdır. Əlbəttə bunun tarixini çıxartmaq çox rahatdır. Farsça olduğu üçün bunu biz buradan silirik və atırıq eşiyə. İki dənə kitabımız vardı. Biri Vəqəi Kərbəla dünən inibdir və biri də Rozətü Şühəda. Qabaqcan biz Rozətü Şühədanı əgər səhv eləmirsəm, bu nə türkçüdür, o calibdir. Biz bunu bunu gördüyümüz kitab bu deyil. Bunu mən dünən deyirəm ki, çalışdıq bunu. Biraz baxdıq, amma Rozətü Şühəda Farsi. Bu Farsça olduğu üçün dünən görmüşük, amma buna baxmamışıq. Baxmadıq, çünki Farsiymiş. Ona görə bunu da yenə bağlırıq. İhtimalən əcəba bu tərcümədir, ya kim yazıbdır, bu calib olar ki, bunu da adam bilsin, amma Musəvi Cərmarudi bu kitabı şey eləyibdir. Min təsnif sərdəftər üləma-i ruzigar, bunları dünən oxumuşuq, zahirən. Farsı olduğu üçün vaxtımızı qoymayaq. Yəni, usulumuzun üstündə duraq. Gedək. Bu kimdir? Aha, bunu bağlayaq. Vəqəi Kərbəla adında bir kitabı görürük. Bunu kiçik eləyək, səhifəmizə yerləşsin. Zahirən bu kitabın cildin açıblar, biz cildin görürük. Üstündə ehtimalən nə mənədir yazıb 35. Bu nə mənədir? Tarix yazıb, amma üstünə yazmayıbdır tarixin. Nəzərəm Vəqəi Kərbəla belə bir şey yazıb. Müəllif Nurullah İyad Əfəndi, belə bir şey oxunacaqdır. Görək əbadı. Burada bir kitab da görür, kütüphanəsi. Hacı Səlim Ağa kütüphanəsi. Bu, yəni Türkiyədə saxlanır. Bu da çap olmuş kitabdır. Vəqəi Kərbəla adında şeirləndir. Kitabın, əvvəl bunu deyək ki, kitabın çürüməsi görsənir. Yəni bu cild görsətmir, amma cildə yapışan səfhənin çürümağını görürük qıraqlarında, özəlliklə baş tərəfində kitab kamilən çürüyübdür. Bu birisi səfiyyədə ehtimalən su gəlib bu kitaba, ehtimalən, çünki şeydir, təqribən hər yeri saralıbdır və çapdır.
Çap kağızlar sonralar yazılan kağızlardan da bunlara ahar vurmurlar məncə. E, Onun üçün burada 2 dənə o, 3 dənə daha möhür vardı, amma möhürlər oxunmurlar. Bir möhürdə aynı möhürdür, amma 3 dəfə vurulub oxunmur. Müslim ilə burada görürük ki, bu bir şeir kitabdır. Təəssüflə bu şeir kitablarında deyirəm ki, ad yazılmır. Yəni bu Mərsiyə kitablarında ad yazılmır. Necə İrfanidə çox az yazılır. Fikirlərim Mərsiyədə də yazılmır, amma burada bir şey gəldi axırında 1280-ci ildə yazılıbdır. Yəni çox da ömrü yoxdur, yazılmayıbdır, çap olubdur. Çün oldu bu məəmmani şəhdi əhla, dinür tarixi hüvə xeyru və əbqa. 1040-da yazılıbdır, 1280-də bu olubdur. Tarixi hüvə xeyrun və əbqa üzünə, yəni bu əbcəd üzü ilə tapılacaqdır. 2 dəfə də təzəşdən burada möhür vurublar ki, zahirən Səlim Ağa kitabxanası olacaq elə. Əlbəttə fərqlidir. Buradakı möhürlər fərqlidir. Bir kitabxanı Nüsrət kimi də görsənir, amma dediyim kimi oxuya bilmirəm. Kitabın yazılması 1040-da yazılıb. Yəni 408 il öncə yazılıbdır bu kitabın əsli. Amma bu iki biz əlan görürük, bu 1280-də yazılıbdır. 1280 əvvəl bunun adını yazaq. 1 Vəqəi Kərbəla 1040-da yazılıb. 1280-ci ildə çap olub. Tamam, bunu gördük. Amma 1280 il deyəndə 1448-ci ildir, yox. Bundan 1280-i çıxsaq 168 il öncə bu kitab çap olubdur. Məncə çap olubdur, əl yazıya bənzədə bilmirəm, amma bunu ən yaxşısı budur ki, bundan bir səfər verək və əksini görək ki, bu nə deyir buna. Amma məncə bu çapdır. Ən aşağı çap ehtimal budur ki, 100 səhifəlik bir kitabdır. Bunu əvvəl burada deyim ki, cildi ilə bərabər 102 səhifə olar. Belə bir kitabla səfhə sayı 100 olar. 100 səhifə. Bunun tarixini yazmayıblar, amma biz tarixini gördük. Burada da bir dənə də 1011 yazılıbdır. Bəlli deyil ki, nə üçün yazılıbdır. Bu Vəqəi Kərbəlanın dövrəsində bir təzhib kimi bir şey çalıblar, amma mən icazənizlə bunu biraz sildim. Burada bu möhürlər Həzrət kimi bir şey də görsənir üstündə, amma kamil görsənmir. Görək ki, bu kitabın haqqında bizə nə deyəcək o? Çox önəmlisi budur ki, görək bu əl yazma deyir, yoxsa əl yazma olsa oxuyarıq, çünki Kərbəla haqqında da, əlbəttə Kərbəla haqqı da yenə də bu keçən 250-də kamil değişə bilər. Yəni xiyali dastanlara çevirə bilirlər. Onun üçün yəni bizim o müsəlmanların yazdığı bir vəziyyətdən çıxıb düşmənlərin nəzərinə gələ bilər. Bu kitab haqqda bilgilər toplarmısınız?
kitap mı yoksa el yazma mı? Kağızı rengi tarixi tanınmış mı? Belə bir şeylə fəqət bu həddə çox kiçik, çünki ehtimalən bunu oxumayacağıq. Çap yoxsa əlyazma. Bu kitab çap əsəridir. Taş qalıbları ya da daş basma litoqrafi təriqi ilə çap olunmuşdur. Bu nəticəni mətnlərin quruluşunun, sütunların və xəttin tam birdik və qalıblı şəkildə yerləşməsindən görmək olar. Çapdır. Pəs o cür ki biz dedik, kağızın və rəngi. Kağızın köhnə, sarı, mitil və tarixi bir rəngə malikdir. Çapda qaralıq və mürəkkəb rəngi qara ya da tünü qara rəngidir. Tarixi səhifə nömrəsi 3 kitabın başlanğıc bölümlərindən birini göstərir. Səhifənin başında Bismillahirrahmanirrahim mən görmədim. Bu hardaydı? Baxaq şurası, bəli, varmış. Bismillah var imiş. Və onun üstündə gözəl bir lövhə, sərlövhədə nəqqaşlıq var. Tamam, bu kitab çap olduğu üçün bunu da qoyuruq qırağa. Beləliklə bu kitablardan qutardıq. Hər ikisini də bunların əlbəttə ataq keçsin. Delete. İndi qeydiruq yenə də əski öncələrdə indirimiz kitablara görək ki, bunlardan biz hansısını oxumağa bugün başlayaq. Okay. Geçən gün Divan-ı Lütfi və Divan-ı Cədanı oxuduq. Elmi Fəraiz-i Meyyit adında bir kitab var. Bunu açaq və ondan sonra bir dənə də ayrı kitab açaq. Siffetul Səfa belə bir adı var bu kitabın. Əgər oxuyubdan Siffetul Səfa Şeyx Səfiyyəddin Ərdəbili Təbriz Milli Kitab Evi. Tamam. Bu kitabın haqqında bu məlumatları feylən burada yazıblar. Səfənin sayı 9 səfədir. Yəni kitab 9 səfədən ibarətdir. Ehtimalən hər səfədə PDF-də 2 səfəni görürük. Bunun üçün bu da olar 18 səfəlik bir yazıdır. 18 səfərlik bir yazı görürük. Bunu bir baxaq. Bir çox vaxt aparmayacaqdır. Kitabın əksin yarımçılıq salıb cildinin, amma biz hər halda cildin birazını görürük. Ehtimalən cildi kəsilibdir, ona görə yarımçılıq salıblar. Və cildin içərisini görürük, eşiğini görürük. İçərisində bir gözəl nəqqaşısı varmış, tərsibi varmış. Tikilibdir əlbəttə. 2 dənə göm bir-birinə tikilibdir. Birinin rəngi biraz sürməyi, abi və o birisi də qəhvəyi bir rənglənmiş. Bunun eşiğini görmədiyimiz üçün bir şey deyə bilmirik. Kitabın əvvəli çıxıb ki, çoxu dağılıb, aradan gedibdir. Kitabın ortadan başdır söz. Onun üçün bilə bilmirik. Burada qıraqda bir tarixlər yazılıbdır. Görək ki, bu tarixlər nədir? 711 yazılıbdır, 1719 yazılıbdır. Bu 19-un üstünə xət çəkiblər, 710-u düzəldiblər. Yəni, در فروردین 1316 داخل کتابخانه التجا نمونه گردید. احتمالاً bu kitabxanaya Hüseyn Nəxcəvani. Hüseyn Nəxcəvaninin kitablarındandır ki, 1316-da ehtimalən bu Hüseyn Nəxcəvani Allahın rəhmətinə gedib və bu kitab sahib burada bir sahibinin adı var. Əcəba bunu eləyə bilərik, tapaq. Sahibi təəssüflə görsənmir. Ehtimalən bu möhür o sahibinin adıdır. Ərraci Məhəmməd Hüseyn Ərraci Məhəmməd Hüseyn kimi bir ad görsənir.
bu kitabın sahibi. Şumare bu da nümunədə orada yazılıbdır 1873. Aşağıda yenə də bir şumarələr qoyulubdur ki, oxunmur. Kitab çürüyüb. Təqribən diqqət buyursanız kitabın əvvəli dedik yoxdur şeydə və bu kitabın bu səhifəyə baxanda görürük ki, kitab ya o birisi səhifələrdir, 9 səhifə ki vardı. Onlar görsənir, yəni 9 vərəq deyək. Onlar görsənir ki, bəllidir hamısı çürüyübdür. Tazaşdan bunu kağızla yapışdırıblar, saxlamağa çalışıblar. İkinci səhifəyə gedəndə görürük ki, ikinci səhifənin ortası çürüyübdür. Yenə burada iki yerdən bunun çürümağını görürük. Öncə fikirən bunları görmüşük bu kitabın. Biz biraz daha qalinin görmüşük ehtimal verirəm. Yenə burada cırıqlar görsənir. Ehtimalə məsələn külü ilə vurublar, kitab cırılıbdır. Belə nəzərə gəlir. Yəni mənim ayrı bir şey gəlmir. Ya gərək məsələn bir sərneyzə istədim deyəm, amma bunu qılıc əlamətinə bənzəmir. Çox külün əlamətinə bənzir ki, vurublar. Kitabın burada da yenə cırılmağını görürük. Qırağının, içinin cırılmağını görürük, amma bu səfər buradan biraz salimdir. Fəqət ortasına cırılmışmış kağız qoyublar, əks salıblar və o külük yeri davam edir. Kitab görsənmir, yenə də o davam edir. İki rəng ilə yazılmışmış, üç rəng ilə yazılmışmış. Ehtimalən qırmızı, abı və qərə rəngi ilə yazılmışmış. Qırmızıların rəngi aradan getmək üzrədir. Kitab dəlikdir dediyim kimi və bu davam edir. Kitab qutardı. Bu qədər. Nə axiri var, nə əvvəli var kitabın. Vəsətdən bir neçə səhifəsi var. Onu biz görürük. Yəni 18 səhifəlik bir kitabdır, 9 vərəqdir hesab. Kitabın əvvəli yoxdur, axiri yoxdur. Əvvəli hardan bilirik yoxdur? Çünki bu kəlmə özü yarımçılıq desən, bilinmir ki, bu nə olur? Şah-ı aləm pənah, a'ni a'la həzrət cənnət-i xəzrət, şeyvan, məkan. Burada bir kəlməsi. Bu kitabın bir şeyi var. Bu kitab əski kitabdır. Əski kitab olduğu üçün ehtimalən bunun bir ya iki səhifəsi, ya 3-4 səhifəsi müqəddəmədən biraz düşübdür. İndi mümkündür, bəzi kitablarda müqəddəmə 20 səhifə, 30 səhifə, 40 səhifə ola bilir bu cür kitablarda. O düşübdür, oradan bilirik. Amma burada yetişibdir, o müqəddəməni deyib, indi gəlibdir şahın haqqında, ya o hökmran kimiymiş, onun haqqında bir şeylər yazacaqdır. O bölümə yetişirik. Kitabın qədim kitabların üzərinə ahar çəkirdilər. Və bu ahar o kitabda yazmağı rahat elirdi. Rəng onun üstündə qalırdı, rahat qələm hərəkət elirdi. Kağızın özünün bir tilişkəsi var. O tilişkəsi olmasın deyə üstünə bir xəmir çəkirdilər. O xəmir bu kitabı saf elirdi və yazmaq rahat olurdu. Burada bəzi yerdə görürük ki, o ahar tökülübdür. Onun üçün bu cədvəli də görürük. Kitabın əlbəttə o bir səhifələrinə baxmadıq, görürük cədvəli var ya yox. Bəli, cədvəli vardı və cədvəl bir neçə xətt iləndir ki, onu da əlbəttə baxıb deyə bilərik ki, neçə xətt iləndir. 1, 2, 3, 3 orada, 1 burada. 4 xətt iləndir və bir dənə də nəqqaşi, ya ehtimalən zeytuni ya da qızıl rəngi ilə rənglənmişmiş. Hər halda indi buradan gəlir, bu yerə yetişəndə kitab da çox cırılıbdır. Dedim, mənim nəzərimə külü ilə vurublar, dəlinib 2 yerdən, hətta bəzi 4 yerdən ola bilər ki, vurublar, dəlinibdir. İndi bilmirəm kim əsəbanı olubdur oğluna falan, götürübdür, külü ilə mücazat edilmiş kitabı. Şah-ı aləm pənah, a'ni a'la həzrət cənnət xəzrət, cənnət xəzrət, keyvan məkan, mənzil məan ola bilər, amma gedib də oxunmur. Pərvərlıq. Diqqət buyurun, istəyirəm deyəm ki, Səfəvi dövlətinin haqqında, Səfəvilərin haqqında hangi dil, türkçənin hangi ədəbi dilində yazılıbdır. Görürük ki, burada elə baxanda ikinci sətirdən biz bunu əgər əvvəlinci sətirlərdə də düşünməsək, ikinci sətirdən görürük ki, pərvərlıq bir günün günəşi
borcunun pərvərlik, orada nə mənə idi düşübdü, ona görə oxuya bilmədik orasını. Pərvərlik borcunun, borc aya deyilir. Borcunun günəşi və mehtərlik ilən cəlalət kökünün gök. Yenə də bunlar gördük. Hamımız təqribən burada görə bildik ki, Cığatay ədəbi dildə yazılan bir kitabla. Bunu yazaq ki, bu ayrı bir kitabdır. Vəqi-i Kərbəlanı qoyduq qırağa. Bu ikinci kitab ki, oxuyuruq əlan. Adını yazıblar. Ad Siffetü. Burada içəridə indi adı olsa tapa bilsək çox yaxşı olar. Amma ehtimal verirəm ki, Siffetül Səfa Siffetül Səfa Şeyx Səfiyyəddin Ərdəbili. Saxlanan yer isə Təbriz Milli Kitabxana. Diqqət buyursa və səhifə sayı 18 səhifə parantez arasında yazaq 9 vərəq ki, bəlli olsun mənzurumuz nədir. Yazı Cığatay ədəbi türkcə huruf türkcə ərəbcə hərflər. Bir də indi əvvəldən başlayaq, bunu oxuyaq. Kamil o Cığatay ləhcəsi Azərbaycan torpaqlarında Səfəvi dövlətində rəsmi dil olduğunu görək. Və heç kəs bizə deyə bilməz bu günləri biz Təbriz ləhcəsində kitab oxumalıyıq. Təbriz Azərbaycanın, Azərbaycan deyəndə böyük Azərbaycanın bir şəhəridir. Və burada onlar şəhər var və hərəsinin ayrı ləhcəsi var. Biz bir şəhərin dilin ədəbi dil və rəsmi dil götürə bilmərik. Biz əgər istəyək ki, ədəbi dil, rəsmi dil götürək, ortaq dil götürməliyik. Azərbaycanın hamısından. Və əgər istəyək dilimizi kamil yazaq, məsələn, yəni xalis türkcə yazaq, fars lüğətləri oracan ki mümkündür atmalıyıq. Nəinki hamısını atmalıyıq, olmaz. Amma oracan ki mümkündür atmalıyıq. Ərəbcəni oracan ki mümkündür atmalıyıq. Ruscanı oracan ki mümkündür atmalıyıq. Fransızca, Almanca, Rusca hər yerdən gəlibdir. Onları oracan ki mümkündür. Yəni dili kamil xalis eləmək imkansızdır. Çünki elmi və texnoloji sözcüklər müxtəlif yerlərdən gəlibdir. Məsələn, səmavər Ruscadır. Biz onu götürüb yerinə məsələn ayrı bir şey qoya bilərik təbii. Amma o mənanı daha verməz. O tarixdən gələn mənanı verməz. Şah-ı Aləmpəlah, Əni, Əla Həzrət, Cənnət Xəzrət, Keyvan Məkan. Hətta bu sifətlər işlədir. Bunlar Cığatay sifətidir. Cığatay ədəbiyyatında yaranan sifətdir. Şah-ı Aləmpəlah, Əni, Əla Həzrət, Cənnət Xəzrət, Keyvan Məkan. ehtimalən bunu bilmirəm, məsələn, mətin də oxuna bilər, mənzil də oxuna bilər, çünki silinibdir. Məan, pərvərlik, onun əvvəlinin üstünə kağız yapışıbdır, cırılmışmış kağız yapışıbdır, kəlmənin əvvəli hər nədir düşübdür. Pərvərlik, burcunun günəşi və mehtərlik ilin cəlalət gügünün bədri kamkarlıq təxtünün şərəfi və namdarlıq bəxtünün mədari ədalət mehrinin sipehri və səltənət sipehrinin mehri insanlıq sidqinin
sidqinin, bura cırılıbdır ya rəh tökülübdür və orada oxunmur, hər nə yazılsa əsla oxunmur, çünki kamilən şey olubdur. Vilayət dəngizinin sirri ruzigar, burada hər nədir aradan gedibdir. Sünün beləsi bir şeydir, ruzigar nə mənədir, onu oxunmur. Çeşmi ilə çəraği və zül iqtidar xaqani olacaqdır. Xaqinün milad ilə məadi bu sifətlərdir ki, dedim odur. Burada şeirlə geçir. Şeirin əvvəli hər nədir qəşəng görsənmir. Ehtimalən qəsr dara qulam kəsra cəm ehtişam qullari yanində şahüngdür iki qulam. Onları dedi. Yəni o kəsra və cəm şahın yanında, qullari yanında şahüngdür iki qulam. Şahın qulları yanında iki qulamdılar onlar. Ehtimalən burada kəlmə əvvəlsi indəs səltənə oxuyurur, amma mən ola bilər ki, ayrı bir şey olsun. Mən ind oxuram. Kamil bəlli deyil. İndüs səltənətil qahirəti, ğiyasıl millətil bahirəti, zillullahi taala fil ərəzin, qəhrəmani hər nədə oxunmur. Vəttin ehtimalən səfai vəttin, ehtimalən ayrı bir şey də oxuna bilər. Mən təşxis verə bilmirəm nə oxunar. Xələf əxlaf seyyidil mürsəlin Əl-Sultan İbni Sultan. Üç dənə sultan oğludur. Yəni üç nəsl özü sultandır, dədəsi sultandır, babası sultandır. Əl-Mu'idi min indillahil əzizil vəhhab müzəffəri müzəffərən lissiyadəti vəl-xilafə vəl-idavləti vəl-nəssəfə və şəvkəti və dünya və din Əbul-Müzəffər Əs-Sultan. Bunu adı Şah Təhmasib. Bu kitab Şah Təhmasib zamanında yazılıbdır. Oxunur. Yəni bir qolay adam bizə bunu qızıl rəngindən yazmışmışlar. Ehtimalən yazı çağı. Amma hangi Təhmasibdir onu bilmədik. Görək ki, Şah Təhmasib. Şah sözün işlədibdir. Əl-Müzəffər, buna kaş o şeylərində yazıydıq. Bəhadur xan ibn Sultan. Aha, tamam, oldu. Beləsi yazaq bunu, davam olsun. Şah Təhmasib Bəhadur xan. Diqqət buyursa, hətta bu Bəhadur xan da şeydən gəlmədir. Yəni Hind, bugünkü Hindistan türklərinin ədəbiyyatında Bəhadur xan vardı. Əlbəttə şeydə də var. Bunu deyim ki, yəni Hərat o Xarəzm o Səmərqənd bunlarda da Bəhadur sözü işlənir. Onun üçün təkcə Hindistanı deməyək. Türklərin şeyində. Əlbəttə Hindistanda olanlar da türklərdilər. Bəhadur xan ibn Əl-Sultan Əl-Muta. Sultan Şah İsmail. Sultan Şah İsmail. Mən deyirdim, mənim dədəmin adı niyə İsmail yazırlar? Demədən bu Şah İsmail'i o cür yazılmış. Elə bu da o cür yazılmışlar. Şah İsmail. Nəvvərəllahu məzcəəhu. Allah onun məzcəəhu, bilmirəm nə deməkdir, nurani eləsin. Ehtimalən qəbrin, dəfn olan yerin. Belə bir şey olacaq. Yəni ayrı bir şey olmayacaq. İbn Sultan ki özü kimdir? Yəni Şah İsmail kimin oğludur? İbn Sultan Mürşid-i Salikin Mürşid-i Salikin Sultan adını yazmayıbdır. Qəddəsəllah ruhəhul əziz.
İbn Sultan Əl-Arifin, Sultan Şeyx Cüneyd. O birinci sultanın adını yazmadı, getdi Şeyx Cüneydə yetişdi. Yəni ehtimalən səhvini yazacaqdı, səhvini yazmadı, getdi Cüneydə yetişdi. Ya da istəyirəm görüm ki, bəlkə burada səhvi yazılmış ola bilər, amma görmürəm. Mürşid-i Salikin Sultan yox, görsənmir. Ola bilər ki, bu xəttin inanmıram. Səfini cürət edib üstünə şey çəkməzlər. Qəddəsallahu ruhəhul əziz İbn Sultanül Arifin Sultan Şeyx Cüneyd. Bu da məncə Şeyx Cüneyd nəvəsidir. Yəni İsmail Şeyx Cüneydin nəvəsidir. İbn Qudvətil Mütəkəllimin Şeyx İbrahim. Bu da Qudvətil Mütəkəllimin Şeyx İbrahimin oğludur. Zadəllahu fil cənan futuhahu. Hətta Allah onun fəthlərin cənnətdə də çox azsın. Burada bir şey yazılıb amma oxunmur. İbn Sultan yenə də yəni o futuhdən İbn Sultan oxunmur. İhtimalən za'afallahu fi mənazil qurbi qurbətihi İbn Xələfil Awliya Şeyx Səfi burada olacaq ehtimalən. Bəs Şeyx Səfi neçə nəsil qabaqdır? Şeyx Cüneyddir, Şeyx Cüneyddən sonra İbrahimdir, İbrahimdən sonra biri var ki adı Şeyx Əli kimi görsənə bilər, ya Nasir Əli kimi görsənir, belə bir şey görsənir. Bilmirəm ki bu dalda, yəni bu səfədə olub, amma bir Naci kimi görsənir, bir də Əli kimi görsənir. Amma oxunmur. Həm də cırılıbdır. Yəni ondan dolayı ola bilər ki, bunun əvvəlləri zatları varmış, gedib cırılıbdır. Mən fəqət orada bir Naci kimi görürəm, bir də Əlinin eyni görürəm. Onun üçün o da ola bilər əzafəllah fi mənazil qulbi qurbətihi İbn Xələfil Awliya Şeyx Səfi buradadır. Yenə burada cırılıbdır, hər nədir görsənmir. Və din burada yenə vardır, bir şey yazılıbdır, silinib bu. Bu cırıqdan sonra valideyn yazılıb, sonra bir kəlmə silinibdir. Səfəviyyül Hüseyni. Hər nəymiş o? Səbt ola bilər. Səbti Səfəviyyül Hüseyni nəzm. Pəs burada bildik ki, bu Şah İsmailin oğlu birinci olacaqdır. Bu kitab onun zamanında yazılıbdır. Görək ki, bunu biz beləsi deyək. Əvəzinki gedək orada. Buradan deyək ki, o yazmaq bizi çox çəkir. Əlimiz yavaşdır və çox da qələt yazırıq. O cür olmasın deyə burada deyək. Bugünkü türkcə əski yazma, türk kitablarla tanış olmaq üçün bir neçə kitab açdıq. Bir ikisi farsca olduğu üçün onları qoyduq qırağa və əl yazma olduğu üçün. Biri Vəqəi Kərbəla idi. O türkcə yazılmışdı, amma çap olduğu üçün onu da qoyduq kənara. Bu Vəqəi Kərbəla kitabı 1040 Hicridə yazılıbdır və 1280 Hicridə bu çap olubdur. 100 səhifədən ibarət bir kitab idi. Bu kitabı qoyduq qırağa, çünki çap olduğu üçün biz çapı kitabları oxumuruq. Bundan belə ki, bu kitabın əsl yazılmasının 408 il ömrü var və çapının da 160 neçə 68 il ömrü görsənir. Amma bunu oxumadıq çünki daş çapdır. Daş çap olduğu üçün oxumadıq. İkinci kitab ki, başlamışıq oxumağa. Bu kitab tarixin ən məzlum kitablarındandır ki, təqribən aradan getmək üzrədir. Bu kitabın hər neçə səhifəsi varmış, bilinmir. Əvvəlindən bir neçə səhifələr tökülübdür, axirindən də bir neçə səhifə tökülübdür. Sadəcə 9 vərəq qalıb, yəni 18 vərəqdən ibarət bir kitabdır. Kitabın başında o iki PDF-in üstündə yazılıbdır, yazıbdır Səffətül Səfa Şeyx Səfiyyəddin Ərdəbili ki, Təbriz Milli Kitabxanasında saxlanılırmış.
Dediyimiz kimi bu kitabın 18 səhifəsi var ki, 9 vərəqdən ibarətdir. Dili Cığatay ədəbi türkcədə yazılıbdır. Hangi çağda yazılıbdır, yəni hangi zamanda yazılıbdır? Şah Təhmasib dövründə yazıb ki, onun haqqında bu cümləni işlədir. Deyir ki, mən burasını oxuyayım. Zillullahi Teala fil ərzeyn qəhrəmani, oxunmur bu da kəlmə, və tin xələfi əxlafi seyyidil mürsəlin əs-sultan müəyyidi min indillahil əzizil vəhhab müzəffərən lissiyadəti vəl xilafəti vəl ədaleti vəl nəsəfəti və şəvkəti və dünya və din Əbülmüzəffər Sultan Şah Təhmasib Bəhadur Xan İbn Sultan Əl-Muta'i Sultan Şah İsmail Nəvvərəllah məzcəəhu İbn Sultan Mürşid Salikin Sultan Qəddəsəllah Ruhəhul Əziz İbn Sultanül Arifin Sultan Şeyx Cüneyd İbn Qudvətil Mütəkəllimin Şeyx İbrahim Zadallah fil cinani Futuhəhu İbn Sultan. Burada hər nədə yazılıbsa görsənmir, Nac, bir də Əli kimi görsənə bilir. Cırılıb kitabın burası və ha belə rəngi də qızılı ya sarı yazıldığı üçün aradan gedibdir. Əzafəllah fi mənazil qurbi qurbətihi İbni Xələfil Uliya, Şeyx Səfi ola bilər, cırılıbdır, amma beləsi görsənə bilir ki, Şeyx Səfi oxuna bilər. Səfi görsənmir, Səfinin satı görsənir, qalanı görsənmir. Yenə burada bir kəlmələr cırılıbdır, ehtimalən kitaba burada qazma ilə ya külü ilə kitabı 4 yerdən vurublar, cırılıbdır başdan başa, qalan səfələrdə əlbəttə beləsi görünür, cırılıbdır. Və din, sonra burada bir kəlmə yazılıb ki, silinmağa çalışıbdır. Ehtimalən Səbti Əs-Səfəviyyil Hüseyni demək, oxumaq ola bilər bunu. Bu kitabın yazı çağı. İndi mən istərdim sizdən deyəsiniz ki, birinci Şah Təhmasib ki, Sultan Şah İsmailin oğludur. Bu kitab onun zamanında yazılıbdır. Neçə il onun zamanından geçir və bu kitabı kim yazmış ola bilir ki, Cığatay dili Səfəvi dövlətinin rəsmi ədəbi dili kimi tanınırmı? Sual olaraq bunu ortaya qoyuram. Görək ki, əcəba bu kitabın tarixi haqqında bizə bir şey verəcəkdir ki, əlbəttə bu da göndərmağında çox şey olur, ehtimalən biraz uzun danışmışıq. Onu göndərmağında zəhmətə düşdü. Aha, göndərdi. Mən istəyirəm ki, əvvəl bu kitabı bilək. Bəli, verdiyiniz oxunuş və təsvir əsasında burada çox mühüm bir əlyazma problemi ortaya çıxır. Mən xüsusilə bu mətin həqiqətən Cığatay türkcəsidirmi əlamət sual məsələsində ehtiyatlı olardım. Səfəvi sarayında türkcə çox güclü mövqedə idi. Amma bundan avtomatik olaraq həmin türkcənin Cığatayca olduğu nəticəsi çıxmır. Yəni bu kitabın üçün istir desin. Əlyazmanın tarixini təxminən müəyyən etmək mümkündür. Şah Təhmasib 1524-1576 illərdə hakimiyyətdə olub. Deməli, əgər sizin oxuduğunuz hissədə o yaşayan
hökmdar kimi Əbülmüzəffər Sultanşah Təhmasib Bəhadurxan şəklində dua və hökmdarlıq titulları, taytılları, yəni titirləri ilə təqdim edilirsə, əlyazmanın ən azı həmin mətn hissəsi 1524-1575-76 illər arası, yəni onun o şahın dövründə yazılmalı arasında aid olmalıdır. Ki bu da 2026-cı ildən hesablayanda bu təxminən 450-502 il əvvəl deməkdir. Yəni bu kitabın ömrü ən azı kitabın ömrü, indi bunu yazsaq, ən az 450 və ən çox 502 il olar. Yəni bu kitab 500 ildə yazıq olub aradan gedibdir. Əlbəttə mən fikir edirəm bu kitabın biz ayrı modelini görmüşük, ya elə bunu görmüşük. Çünki mənə bu cırıqlar çox şey gəlir. Amma eyni halda bu düzdür, indi ChatGPT dedi ki, çox da şey eləməsin. Yəni təsirini tuta bilmir ki, bu cığatayca yazılıbdır. Amma mən bunu kamilən cığatayca olmasını görürəm. Nəzmə gəldi. Şahının vəsfi ondan artıqdır ki, qələm dil ilən əda qılalar. İndi burada vəsətdə bir əcəba kəlmə düşübdür, yoxsa boşluq qoyublar, bilmirəm. Vacib oldur göngül əbyasilərə kim dün və gün anga dua qılalar. Dəqiqən şeydir. خلدالله تعالى سبحانه زلال خلافته وعدالته وإحسانه وامتنانه وآثار براهين أسلافه الخواقين والأولياء الأوتاد خلافتی çağında kim? Hatta kimi də dəqiqən eyni o cür işlədir. Burada bir kəlmə yazıbdır. Bunu nə cür oxuyacağıq mənə biraz gəlir. Əlbəttə bu kitabda məsələn sığın altına 3 dənə Sübhanənin sığın altına 3 nöqtə qoyubdur. Neçə yerdə bunu gördüm ki, mən də oxumadım elə bu sətrdə. Məsələn sultan kəlməsinin altına ya dəndanəli, dişli yazılsın, ya dişsiz yazılsın, 3 dənə nöqtə qoyubdur. Səltənətin altına qoyubdur. Kəsranın sınının altına dəndə ilə yazıb qoyubdur. Səltənət dediyim hər yerdə sipehr, əlbəttə sipehrin pığı vardı, o ola bilər ki, onunki olsun. Bəli, sinin altında İsmaildən sonra, İsmailin altında qoymayıbdır. Amma sultanın kəlməsi, salikin kəlməsi, bunların hamısının altında 3 dənə nöqtə qoyubdur. İndi gəlib burada bir dənə kəlmə yazıbdır. Dedik nə mənə idi? خلدالله تعالى سبحانه ظل خلافته وعدالته وإحسانه وامتنانه وآثار براهين أسلافه. İhsan kəlməsinin altında qoymayıbdır. Əslafihin də qoymayıbdır. Əl-xəvaqin vəl-əvlad vəl-əvtad xilafəti çağında kim? Millətün oxuya bilərəm mən bunu. Millətün. Amma 3 dənə bunun altında nöqtə var. Onun üçün bunu əcəba mı oxuyayım, pıltun oxuyayım, yoxsa millətün oxuyayım? Burada fiilən bilə bilmirəm. Amma bəlkə oxusaq cümləni təşxis verə bilərik ki, bu nə cür yazıldı. Xilafəti çağında kim? Millətün alimünün xəlayiqi millətün olacaqdı. Pilton üçün məni vermir. Ola bilər ki, cığatayda bir məni versin, amma mən onu bilmədiyim üçün millətün oxuyuram fiilən. Millətin aləmünün xəlayiqi sidq ilə. Burada bir kəlmə şey olubdur. Genə üstünə yazı düşüb, ya od düşübdür. Cöhər də ola bilər. Düşübdür, oxunmur.
İxlas mən oxuyuram. Sidq ilə ixlas biş diqqət 5 vaxt olacaqdır. 5 oxunur, 5 oxunur amma 5 oxunacaqdır. 5 vaxt namazdan sonra burada yenə nə olubdur? Negriyə Tangriyə olacaq. Tangriyə yalvarıb zikr ilə duaları budur nəzm. Ondan sonra şeirə keçir. Gördüyünüz kimi həqiqən əlbəttə bundan demək olmaz ki, yəni Osmanlı dərbarının, Osmanlı dedim, Səfəvi dövlətinin rəsmi dili Cığatay türkcəsidir. Amma bu kitab o Cığatay ilə yazılıb. Yəni mən bir dənə kitabdan deyə bilmərəm ki, təbiətən Səfəvi dövlətinin dili, rəsmi dili Cığatay dilidir. O Cəcciplikdə bunu doğruca bizə dedi. Amma şey olmaq olar. İndi kitabın davam edirik. Təəssüflə cırılan yerləri bizi biraz çətin edir. Amma şeirə gəldik. Bu dərvişi sevən şahi ilahi, sevənin altında 3 nöqtə olubdur. Bu dərvişi sevən şahi ilahi ki aləm əhlünündür padişahi, salatin işigində bəndə qılqıl. Dəqiqən o, yəni Cığataydır. Salatin işigində bəndə qılqıl, qıl. Zəlali dövləti payəndə qılqıl. Cahan ədli ilə mə'mur eylə. Təbasi ölkəni təbahi ölkəsindən dur eylə. Tabah olmaq, aradan getmək. Təbahi ölkəsindən dur eylə. Təəssüflə burada bir kəlmənin üstünə düşübdür. Anung kəlmənin üstünə düşübdür. Anung aləmdə rəvan et. Nədir? Ehtimalən oxunmur, cırılıbdır, yəni yoxdur ki oxuyaq. Anung aləmdə rəvan et. Orada ki dururam, yəni orada cırılıbdır da, bunları deməyəcəm hər dəfə. Anung aləmdə rəvan et. Kimin növkərləri sultan xan et. Kimin olmayacaqdır. Kimin növkərləri sultan xan et. Onun ən aşağı nökərlərin sultan xan ilə. Kimin növkərlərin sultan xan et. İki aləm mər ilə nə kim istərsə anga vəst eylə. Futuh ilə zəfər anga nəsib et. İmamlar himməti anga rəqib et. Burada rəqib şey deyil. İmamlarla qarşı-qarşıya gəlib rəqib müsabiqə vermirlər. Yox, yəni ona köməklik eləsin. İmamlar himməti anga rəqib et. Çu xəlqi aləmüng dür padişahi, ümidi xəlqi durur bargahi, yeyərlər süfrəsindən xas ilə am. Yeyərlər, yemək. Yeyərlər süfrəsindən xas ilə am, səs qoyubdur. O yeyər sözünə səs qoyduğu üçün düz oxudum. Yeyər, mən yeyər də deyə bilərdim, amma yazıb ki, yeyərlər süfrəsindən xas ilə am, verib düz xəlqə çox söz alu ən'am. Ədalət dün o gün əndişəsidir. Ədalət dün o gün əndişəsidir. Dünən və bugün. Ədalət dün o gün əndişəsidir. Təharət birlə ismət bişəsidir. Bişənin o peşə nöqtəsi qoyulmayıbdır. Amma mən bunu peşə oxuyuram, çünki ayrı bir şey olmaz. Təharət birlə ismət peşəsidir. Meşə kimi də görsənir. Meşənin mənası vermədiyi üçün elə peşə oxumalıdır. Fəsad o fiski Adəmdən gedirdi ya da gedərdi. Fəsad o fiski Adəmdən gedirdi, rüsum-i cəvri aləmdən gedirdi, yəqinidir də dürüst o dini ari, yəqinidir dürüst o dini ari, dini paç, ari paç. Qamu işdə müini kirdicari, qamu saadati qıldı tərbiyyət ol. Qamu saadati qıldı tərbiyyət ol. Olarğa verdi boq
Çox mal o təcəmmül. Onlarğa verdi çox. Çox. Cuk kimi yazır. Cuk malu tecemmül. Tazaşdan burada cırılıbdır. An mütəəssifə. Anın səyi üçündür. Tamamı cəhdinin namu cəhdi nəngü nam üçündür. Tamamı cəhdi nəngü nam üçündür. Səfəllah cırılıb gedir kamilən. Səfiyullah ehtimal olur. Səfiyullah qədəm basıb durur mundaq yeganə vücudə gəlməyibdur haqq tanıqdır. Vücudə gəlməyibdur haqq tanıqdır. Muni inanmayan yeri tamuqdur. Əgər yadınızda olsa dedik ki, tanıq şahid. Tanıqdır, yəni şahiddir. Tamuq cəhənnəm. Əlbəttə dedik ki, bu tamuq Türkçədə bu Quranda gələn cəhənnəm deyil. Hətta Quranda gələn cəhənnəm əcəba odlu cəhənnəmdə onu mən bilmirəm. Əlbəttə Quranda vardır ki, xalidinə fihi finnari belə bir şeylər var. Yəni indi dəqiq ayə deyil əlbəttə mən dedim, amma elə bir şeylər var. Xalidinə fihi ənnar filan bəhman deyilir. Amma buna çox nağıllar yığıblar da, sonra mollalar bunu gətiriblər, İsrailiyyatdan yığıblar, bunun içində eləyiblər bir əqrəbi var, nə bilim, asallar, kəsərlər, neyinlər, belə bir şeylər. Amma türk düşüncəsində, diqqət buyurun, türk düşüncəsində, İslam əsasında əlbəttə, İslam içində, türk düşüncəsində tamuq, cəhənnəm, o məna ki, odu var, şikəncəgahdır, o deyil. Bu türk anlayışı fərqidir. Türk anlayışında odu yoxdur, cəhənnəm. O qaranlıqdır, o yoxluqdur, o aradan getməkdir. Cəhalətdir əslində. Tamuq cəhalət, qaranlıq anlamındadır. Bu türk düşüncəsi deyirəm. Yəni bizim kitablarda getdikcə bunlar dəyişibdir. Bunlar getdikcə dəyişib olub, məsələn, İsrailiyyat. Hətta İsrailiyyətdə də cəhənnəm dedikləri yer ki, qabaqca bunu demişik, bir çöldür. Orada adamları dara asırdılar, doğrurdular, kəsirdilər, qolunu kəsirdilər, dilini çıxardırdılar, gözünü çıxardırdılar, barmaqlarını kəsirdilər. O mücazat çölünə deyirdilər cəhənnəm. Ya cəhənnəmə bənzər bir ad deyirdilər. Onu mollalar getirdiblər, Nohəxanlar getirdiblər. Bu ki, məsələn, bir dənə xanımın başı görsə tükündən asılayacaqlar göyə. Allah məsələn bunu niyə tükünlə mücazat eləyəcəkdir ki? Məsələn, niyə? Nədən ötürü? Allaha zərərli işi yoxdur. Deyək ki, bunun tükü görsənib Allaha zərərli yoxdur. Allaha zərərli olmayan bir şey, xeyri də yoxdur. Allah niyə bunu şey eləsin, mücazat eləsin? Ya məsələn, nə bilim, sinəsi, döşləri görsənsə, döşündən asılayacaqlar, nə bilim, əqrəbə salacaqlar. Bu o çöldür. Çünki o çöldə belə mücazat edirlər. Bir dənə xanımın Yahudidə başı görsənəndə, başının tükü görsəndə orada astırdılar o tükdən. Ya adamların əllərini kəsirdilər. Orada ötürdülər, məsələn, ilan, nə bilim, filan gəlsin bunları yesin, ya məsələn, ilan salırdılar canına. Nə bilim, bu tür bir şeylər, əqrəb, filan, bəhman. O halda ki, türk düşüncəsində bunlar yoxdur. Türk düşüncəsində iki dənə var. Behiş də bağ deyil. Əlbəttə, Quranda da yenə İsrailiyyatdan alaraq, yəni, hər halda bunu biz bilirik ki, İslam yəni İbrahim, Musa və İsa'nın dininin davamıdır. Xülasəsidir bir də. Əlbəttə, məsələn, Musa yazdığı 10 fərmandır. 10 dana cümləsi var. 10 dana. Musa yazdığı 10 cümlədir. İzafə deyil, 50-100 cümləsi yoxdur. Onun üstünə o gündən bu günə o qədər yazıblar ki, yüzlər, bəlkə 1000 cümləyə çatıbdır. Yüzlər, 1000 cümlə. Bəlkə 50 min, 100 min, bilmirəm, o ötürək onu. Neçəsində yox. Onu sonralar, hey mollalar, dinçilər, din adına çalışanlar, Musa adına çalışanlar onu əlavə ediblər. İsa'dan da qalan 11-12 dənə adam, hərəsi bir nağıl deyib də o nağıla deyirlər Turat. Heç birisi Turat deyil. 11-12 dənə bu İsa Həzrətlərinin şeyi varmış, tərəfdarı varmış
ki biri də xiyanət eləyibdi, Yahuda adında əgər səhv eləmirsəm. Və o Yahuda, hətta ondan da bir kitab var. Onun da xatirələri Musaya deyilir. Bəzi cümlələr onların içində var ki, deyib ki, İsa belə dedi. O İsa belə dedi, o cümlə İsa'ya nisbət verilir. Amma o da ola bilər ki, bu adam zaman içində onu fərqli deyibdi. Yəni, ola bilər ki, yox, %100 fərqli deyə bilər. Kəlmələri dəyişdirə bilər, falan, o ola bilər. Ya unutmuş ola bilər bir kəlməni, onun yerinə ayrı bir kəlmə deyə bilər. Yəni, mən indi məsələn 2 dəqiqə bundan qabaq bir cümlə dedim. İndi o cümləni qeydib tapırsam özüm deyə bilmərəm. Yadıma qalmış ki, yəni, indi Həzrəti İsa da danışırdı hər gün sübhdən axşamacan. Ondan məsələn, hangi cümləni bu adam özü deyəcək ki, mənim yadımda qalıb dəqiqən budur, ona and içmək olmaz. Hər halda istədim bunu deyəm ki, biz türklərin İslam içində belə düşüncəmiz İsrailiyyatdan fərqlidir. Amma bu günləri Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Tehranda, hətta Azərbaycan, Şimali Azərbaycanda biz farslar kimi düşünürük. Və farslar İsrailiyyat kimi düşünür. Və bəzi mollalar, mən özüm dərs oxuyanda Hövzə Elmiyyədə bunu şahid idim ki, bəzi mollalar İsrailiyyatdan danışırlar. O cümlədən Allah Teala rəhmət etsin, Mevlana Həzrəti, ki mən ondan dərs almışam, Mevlana Həzrətləri daimən İsrailiyyətdən nalə elərdi. İndi o məsciddə ki dərs almışam, o da yadıma gəlmir. Amma bazar ağzından gedirdik, bir dana xiyaban var idi, tərbiyyət. Gedirdi, çıxırdı müsəllanın qabağına, indiki müsəllanın qabağına. Bir də köhnə tərbiyyət var idi, o da gedirdi, bazarla gedirdi, çıxırdı saat qabağına tərəf. Ora yox, bu tərbiyyət ki gedirdi saat qabağına, onunla gedəndə saat qabağına tərəf, indi Əmin çaharrahı var, orada Əmin meydanıdır, meyvəzat satırdılar, xətti vahidlər, zatlar orada dururdu. Onun yetişməmişdən bir dərbət var idi, dar dərbət var idi, girirdin dərbəndin içində bir 20-30 metr ya 50 metr gedəndən sonra bir dərbət biraz dönürdü, o döngədə bir məscidin qapısı var idi, o məsciddə. Ki, indi fikir edirəm, o məscid biraz çökülübdür, yəni o şeydə, o meydanı genişləndirəndə o məscidi biraz söküblər, fikir edirəm, mütməyin deyiləm. O məscid hər halda çıxıbdı, o Əmin Serahı dediyimiz ki, gəlir çıxır tərbiyyətə, o tərbiyyətə çıxan yerdə o oradadır. Mən orada o Həzrətdən dərs alırdım, o da İsrailiyyatdan nalə elərdi. Gecə taət qılır, gündüz ədalət verir xəlqi cəhana istimalət. İstimalət hal əhvalların soruşmaq filan. Səfiyyül əsfiyanın məzhəridir. Səfiyyül əsfiya burada kitaba görə də adını bəlkə buradan götürüblər. Səfiyyül əsfiyanın məzhəridir. Xəlafət mədəninin cövhəridir. Anga tövfiq taət haqq veribdir. Anga tövfiq taət haqq veribdir. Xəlafət doni Tangri geydiribdir. Don. Don, indi bir xanımlar giyən ki, buradan əşağıya gedir, ta əyağın üzrəcə ona don deyirlər. Türkiyədə o şey ki, biz tuman deyirik. Erkəklər normalda ya xanımlar da giyirlər kəmərdən əşağıya. Ona tuman deyirlər. Orada don deyirlər ona. Türkiyədə. Hər halda don, başdan ayağa o paltar ki, giyir, onun adına xəlafət doni odur. Xəlafət doni Tangri, Tangri həman. Tangri yazıb, Tanrı, biz bu günlər Tanrı dediyimiz. Tangri geydiribdir. Və həmdullah kim anung dövlətindən cahan arıldı oğri zəhmətindən. Oğruluq çox imiş mən. Əlbəttə, oğruluq bir peşə idi. Hala da İranın bəzi yerlərində oğruluq bir peşədir. Bir də insanlar var, özlərinə işi əsl oğurluqdur, işləri oğurluqdur, cibborluqdur, ondan sonra milləti tovlamaqdır, ixtilasdır. Bunlar işdirlər, yəni bir də insanlar özlərinə rəsmi iş edirlər bunu. Və həmdülillah ki, onun dövlətindən cahan arıldı, paç oldu, arıldı oğri zəhmətindən. Ki, gər bir yük qızıl başinə alsa, başinə alsa,
یا پیا یا پیا یا په یا په یا یالغوز یا په yalğız kişi ya yabanda qalsa. İndi bunu oxumaq biraz burada şeyə düşdüm, oldu, çətin oldu. Əlbəttə ki, kiminin o burada bəli düzdür. Səfərin davamı var. Ki gər bir yük qızıl başinə alsa, yapa yalğız kişi yabanda qalsa, ya ki bir kişi təkcə başına çöldə qalsa, kimin var zəhrəsi. Bu kitabı mənə kamil bura tanış gəldi indi. Yəni bu şeirin buraları kamil mənə tanış gəldi. Bunu öncədən bəlkə oxumuşuq. Kimin var zəhrəsi, yaninə varmaq. Kimin zəhrəsi, cürəti, cəsarəti. Zəhr sözündən gəlir. Zəhrəsi zəhrim çatladı. O bağrım çatladı, zəhrim çatladı. Oradan gəlir. Kimin var zəhrəsi, yaninə varmaq. Bir altınca onun malin aparmaq. Bir onun malından bir altın belə aparmağa kimin gücü var? Muhammed Mustafa'nın izzəti ilə, Ali Mürteza'nın isməti ilə, Hasan iki cəhanın müctəbası, Hüseyn ol şahı dəşti Kərbəlası, İbad ol Adəm Ali nübüvvət, Muhammed Baqir ol kitab cırılıbdır təəssüflə. Bi haqqi Cəfər Musa'yı Kazım. Yenə bura cırılıbdır. Tazə Qasım. O Qasım, Tazə Qasım vəsətdə nə yazılmışdı görsəndir. Təqi birlə nəqi o əskəri həm Məhəmməd Mehdi ol şahid-u aləm. Bunlar tüng haqqi üçün ya ilahi. Amanda saxla gil şəh təhmasib şahi. Bunlar tüng nə deməkdir? Bunlar əlbəttə, bunlar deyil. Bunlar nüng haqqi üçün ya ilahi, amanda saxla gil təhmasib şahi. Burada Şah Təhmasibi bildik ki, odur. Nəsibi fəth eylə, firuz eylə. Nə kim dilxahi olsa ruzi eylə. Təni dini kimi daim dürüst et. Tənin də, canın da dini kimi. Dini deyir, təmizdir, darıqdır, özün də düzsün. Adu mülkünün tədbiri süst et. Adu mülkünün tədbiri süst et. Yerin üstündə ta kim insucan var, yerin üstündə ta kim insucan var, cəhandar eylə gil ta kim cəhan var. Bu qədər bu şeirlə də onun düşüncələrini göstərdi, 12 imamların adını saydı, hətta onlardan əlavə Dəşti Kərbəlada şəhid olan Tazə Qasımdən söz elədi, 12 imamları saydı və Şah Nasibi da dua elədi. Fəqirlərin bəndəsi və dərvişlərin ayağı toprağı Məhəmməd İbni Hüseyn Əl-Katib. Kimdir bu? İhtimalən yazar. Bunu yazaq biz. Yazar. Dərvişlərinin, fəqirlərinin bəndəsi və dərvişlərinin ayağı toprağı Məhəmməd İbni Hüseyn Əl-Katib. Ya'rifu benişati kim Şirazın şəhrində bir bucaqda oturub tamam ovqati əczü dərvişlik ilə Tanrının itaəti ilə ibadətinə cırılıb kitab. Burada bəs bu adam harada oturubdu yazır bu kitabı? Ya'rifu benişati, tanınır nişati adına. Bəs bunun adını burada yazaq. Nişati.
Tamam. Ki Nişati kim Şirazın şəhrində harda yazıb? Şiraz. Niye Şiraz'da yazıbdı? İsfahan'da da değil. Acaba paytaxt bir zaman gedib Şiraz'a, sonra gedib İsfahana? Yərifi Benişati kim Şirazın şəhrində bir bucaqda oturub tamam. Əlbəttə Şiraz Türk şəhridir. Hafız da bunu deyib ki, گران ترک شیرازی به دست آورد دل ما را به خال هندویش بخشم سمرقند و بخارا را. Bu hər iki şəhər Türk dünyasının mərkəzi hesab olduğu üçün və ən توسعه tapmış, ən inkişaf etmiş şəhərləri olduğu üçün orada o iki dana deyir. Eyni halda Şiraz da Türk şəhəri olduğu üçün deyir. Yəni deyir ki, orada əgər farslar olsaydı, deyirdi به خال هندوی فارسیش مثلا. Yərifi Benişati kim Şirazın şəhrində bir bucaqda oturub tamam avqati əczü dərvişlik ilə Tanrının taəti ilə ibadətinə dən sonra Həzrət Şah Aləm Pənahın duası kim? Duasiyə kim? Burada yenə də cırılıbdır səfə. Dəstəli T var, amma oxunmur. Təhmasib ola bilər, amma deyil, təh deyil. Ta'dır. Ta yazılıbdır, amma görsənmir qalanı. Vacib və lazımdır. Taəti ola bilər. Vacib və lazımdır. Məşğul oluruz. Olur. Müminlərinin əmiri və müttəqilərinin imami və Təngri Həbibinin Həbibi Əsədullahil Qalib Əmirəl Müminin. İhtimalən Əli kəlməsi burada yazılıbdır. İbni Əbi Talib, bəli, Əli olacaqdır. Çünki həm Əsədullahil Qalib, həm də İbni Əbi Talib Həzrəti Əlinin adı görsədir. Amma qızıl rənginə, ya sarı rənginə yazdıqları üçün çalışıram ki, bəlkə bunu görüm. Mən zaviyəmin açımı dəyişdirəndə görsənmir. İbni Əbi Talib salavatullah və selamuhu aleyhi və alihi kəlamının hökmü ilə kim buyurubdur? Zikrül awliyai yunzilül rəhmətə. Yəni tərcümə. Yəni həm yənini yazıb, həm tərcüməni. Yəni qərə rəngindən tərcümə abrəndən. Yəni awliya zikri olsa hər xanədə Tanrının rəhməti iner anədə. Şeirinə də onu tərcümə elədi. Təzkürətil Awliyanın kitabı mütaliə qılırdı. Özü deyir ki, Təzkürətil Awliya Şirazda yazıbdı. İndi bunu kaş onu eləyə biləydik, təşxis verəydik ki, Şirazda Təzkürətül Awliya Təzkürət-i Awliya kitabını mütaliə qılırdı. Awliya kitabı mütaliə qılırdı. Tamam, pəs bu orada oxuyurmuş, bu kitabı oxuyurmuş. O kitabda təriqət ilə burada bir şey yazılıb oxuyamam. Ya'tung Şahenşahi, burada bir şey yazılıb, amma oxuya bilmirəm. O kitabda təriqət ilə nəsr ola bilər. Ya'tungi görsənir. Mən bunu ayrı bir şey oxuya bilmirəm. Ya da ya'nunun. Ya'nunun. Ya'nun yəni unvan ola bilər, amma bu ya'nunun görsənir. Yəni mən beləsi ya'nun. Şahenşahi və həqiqət ilə hidayət əhlinin pənahi sultanul məşayix fil xafiqeyn vəl əfzəlü. Gedək o birisi kitabda görək ki, burada əlbəttə kitabın qırağında bir uzun mətləb yazıbdır ki, əşğadan başlayıbdır. Bu kitabın əşğasından başlayıb belə yaza-yaza, buradan başlayıb yaza-yaza gedib, buradan döyür vurub gəlib kitab başına. O
nə deməkdir, niyə bu cür olubdur, onu bilmirik. İndi burada deyib ki, kitabı oxuyaq, sonra onu lazım olsa oranı da oxuyarıq. Dedi, üstə nə dedi? Dedi ki, fil xafiqin və əfzəlül burada el-müstəfin beynül məğribeyn vəl məşriqin sahibül ayat fil bidayət və nəhayət zamül əsrar fil irşadil جایز فی جلال الکمال به ادنا السهام الفایز فی کمال الجلال البافری به اوفر السهام کلامه برهان الحق و الفاظه لسان الصدق ارشاد ابیاسی kim terbiyeti cari. Burası cırılıbdır, təəssüfünə budur, ehtimalən qalan cırılıbdır. Taqətində onlar urlarlar idi, urarlar idi və Hudayi bir şey adıdır, bir arif adıdır, Hudayi. Ehtimalən Hudayinin rayəti fərqidin bulduzlarının fərqinə çəkərlar idi. Hər qətrəsi ehtimal olacaq. Dəqiq buluti anın irfani dəngizinə yetirirdi. Tərbiyəti sədəfində nəğz ola bilər, amma 3 nöqtəsi var. Bir dür şahvar oxunmayacaq, bir oxunacaqdır. Sədəfində bir dürri şahvar olurdu. Aşıqlarının burağı nə'li 7 əflakün tacına la'li bərraq qundururdu. İradət meydanında kərəm rulərinin nə deməkdir bunu bilmirəm. Bir dana bu lər sonra yazılıbdır. Yəni kitabın əslində yox imiş. Bunu sonra ayrı bir xəttinə qoyublar. Rulərinin nə deməkdir? Kərəm rulərinin səməndi dırnağı məlahət türi hur ilə rizvanının ruxsarına sayət dururdu. Sayə vururdu ehtimalən. Və salinin sübhi sadiq nəfəsli mə'allahının məşriqindən urarlar idi. Urarmaq eyni o şeydədir. Çıxmaq, gəlmək. Şeir. Surəsi bir ayət məni irdi. Surəsi bir ayət məni irdi. Alnının pərtövi bir nur təcəlli irdi. Oqatının saat ilə dəqaiqi tanrinin dəvəti izharı ilə sərf olurdu. Bir zəğəl kimi görsənir. Hər zəğəl nəqdi lügüm kənzülüdə gizlüdə ola bilər. Hər zəğəl nəqdi lügüm gizlüdə nifaq üzərində idi. Anın ixlas kargahində kimyanın xilasəsi cırılıbdı. Təlqin ilə zikri xanindən rizə çin xanindən rizə çinlik etdi. İki aləmin xilasəsi oldu. Mürşid cırılıbdı. Əs-Səqələyn Sultan Arifin və Burhan Vasileyn şeir ilə devam edəcəkdir. Həmd و nə'tü münqəbətdən sonra ey mümin eşit. Bunca söz eylərəm. Bu neçə ola bilər? Bunca da oxunur. Bunca söz eylərəm izhar sidqilən səfa.
Dedi peygamber benim ümmetlerim alemlerin. Burada bir şiir ihtimalen yaddan çıxmışmış. Onu ortada yazıbdı. Acaba bunu hardan oxunacaq onu bilmirəm. Hamd-ı nə'tü məngəbətdən sonra ey mömin eşit bunca sözün kailərəm ki eylərəm yəni. Söz ki eylərəm izhar-ı sidqilən səfa. Dedi peyğəmbər mənim ümmətlərim aləmlərin var durur Yaqub'nun evladı kimi enbiya. La nebiyye ba'di ger buyurmasaydı Mustafa. Tengiz olurdu nebi hakkı sefiyül estifa. İhtimalen bu şeksiz olurdu. Kim? Şeksiz olurdu nebi hakkı sefiyi ali sefiyi ali esfiya. Aha, yani eğer Hazreti Muhammed'den sonra peygamber gelseydi demeseydi ki, calip burasıdır. La nebiyye ba'di, Hazreti Muhammed deyibdi ki, ne deyibdi? Dedi peygamber benim ümmetim, dedi peygamber benim ümmetlerim, alemlerin var durur Yaqub'nun evladı kimi enbiya. Onların içində, yəni mənim ümmətlərim içində Yaqubun ovladları kimi enbiya var. Yaqubdan gələn İshaq o nə bilim filanlar, bunlar ehtimalən oradan gəlir. Amma nə dedi peyğəmbər? Dedi la nebiyyə ba'di ger buyurmasaydı Mustafa. Əgər Həzrəti peyğəmbər deməsəydi məndən sonra peyğəmbər yoxdur, şəksiz olurdu nəbi haqqi səfiyyül əsviya. Şəksiz Səfiyyül əsviya, yəni Şeyx Səfi nəbi haqq olardı. Nəbi haqq yəni Allahın nəbisi olardı. Nəbi nəbə sözündən gəlir, yəni xəbərçisi. Tanrı feyzi qapusi xəlqinə çün açıq durur. Bəhrə ehtimalən buradan bu üzəsi bu şeir oxunacaqdır. Görüm çevirim, görüm kitabı eləyə bilsəm onu oxumağa çalışım. İndi başı üstədir, 2 dəfədə döndürsək şayad oxuya bilək. Ehtimalən şeirin davamı bu cürsə olacaqdır ki, görək çalışıb oxuya bildik. Həm kiçik yazılıbdır, həm də andı verdir möcizi vəhy-i nübüvvət Tanrıdır. Andulərdir. Ne demektir? Andülerdir möcüzü vəhy-i nübüvvət Tanrı'nın munda ilham-ı keramat-ı vilayət dur əda. Deyir ki, onlarda möcüzə bu vəhy-i nübüvvət var idi Allah tərəfindən peyğəmbərlərə. Bunda ilham-ı keramat-ı vilayət var. Yəni Səfidə, yəni Şeyx Səfidə. İstəyir desin ki, Şeyx Səfi nəbi ola bilərdi. Yeri çox ucadır. Onu istəyir desin. Bir ayrı bir şey demir. Bəhrə alur qismətindən gər yenə bura cırılıbdır. Gərgida, gər oxumur. Gər şeyxu gərgəda ola bilər, məsələn. Bəhrə alur qismətindən gər şeyxu gərgəda cırıq olduğu üçün oxuya bilmirəm ya şeydir. Əkməlül mükəmmilin və əfzəlül mühəqqiqin məşhurul afaq Sultan Şeyx Səfiyyül milləti vəl haqqı və din İshaq qəddəsallahu sirrəhül əzizinin sirəti. İndi gəlib deyir ki, o kitabı oxuyarkən təzkirəyə olan oxuyarkən gəldi yadıma düşdü ki, belə bir şəxsiyyət vardı. İstir şahdan pul alsın da, yəni Sultan-ı Əkməlül mükəllimin və əfzəlül mühəqqiqin məşhurul afaq Sultan Şeyx Səfiyyül millət vəl haqq və din İshaq. Adı İshaqdır ehtimalən. Qəddəsallahu sirrəhül əzizinin sirəti. Gedək görək bu birisi səhifədə nə deyir? İndi burada gərək yazıydı ki,
Gördü xatiri, bu görək ki, gördü xatiri burada vardı, yoxdur. Səhifə cırılıbdır. İndi burada kitabın səhifəsi yoxdur. Yəni burada bir neçə səhifə cırılıbdır ta yetişibdir fəsllərə. Yəni burada görürük birdən-birə ikinci fəsl. Birinci fəsl burada yoxdur, amma əcəba qıraqda yazılıb. Bəli, qıraqda yazılıb çünki indi buradan gərək buradan oxuyaq. Gördü xatiri, bunu biraz kiçildi eləyək, səhifəni ki bunu çevirəcəyik. Gördü xatiri, nə mənə idi? Xatirində keçdi kim? Xatiri xatirində keçdi kim? Çün həzrəti, orada cırılıbdır, yoxdur. Şeyxün təzkirəsi kim? Əksəri rivayəti həzrəti qutbul əqtab fil məşariq vəl məğarib mürşid səqələyin ilə təriqil səvab ilə təriq və səvab mə'ni dənizinin məni dəngizinin qəvvasi və Həzrəti Rəbbül Aləminin xasul xasi li kitabın o qalanı buradan yazılıbdır. Yəni itməyib səhifə. Onu istəyirəm deyəm ki, və Həzrəti Rəbbül Aləminin xasul xasi li mə'allah hərəminin məhrəmi və Həzrəti orası cırılıbdır. Yenə ya şey olubdur, görsən bir nə yazılıbdır. Aləmin, əlbəttə o da buradan gəlməyəcək belə. Həmdəmi kəhfül müminin və mülaül müslimin sultanil məşayix fil aləmin seyyidina və Mevlana Şeyx Sədrül Haqqi vəl milləti və din Musa. Burada orada yenə də düşməyibdir, hər nədir yazılmayıbdır, ya cırılıbdır. Kitabın bir çoxu cırılıb, üstünə kağız qoyublar. Bunu da görürük. Onun üçün ad burada kamil olmur, amma Sədrül Haqqi vəl milləti və din olacaq Musa. Orada adı hər nəymiş o qalıbdır, Musadan qalıbdır. Musa ədaməllah bərəkətəhu dilindən nəql elədi. O adamın adından Həzrəti Şeyxin haqqında olan məsələləri bu adam deyibdir. Onun dilindən gəlibdir. Musa ədaməllah bərəkətəhu dilindən nəql edi və cırılıbdır. Həzrətinin söhbətində Farsi dili ilə yazılmış idi və türk burada yoxdur. Diqqət buyurun ki, o kitab farsca yazılıbdır. Musa adında adam hər kəs imiş. Bu indi burada cəlib budur ki, Şeyx Səfinin də beləsi yazıq ki, mən bunu qərə rəngini yazım. Şeyx Səfinin təzkirəsi adı Musa olacaq. Nə mənidir? Əslən bunu görək yaza bilirik. Şeyx Mevlana Seyyidina və Mevlana Şeyx təzkirəsi Şeyx Sədrül Haqq vəl millət və din ola bilər. Və din burada qalıbdır hər nədir? Musa ədaməllah bərəkətəhu dilindən nəql idi və həmrah elə ola bilər. Əlbəttə ayrı bir şey də oxuna bilər. Çünki cırılıb bilinmir. Həmrah görünür, qalan görünmür. Həzrətinin söhbətində Farsi dili ilə ki Farsi dili ilə yazılmış. Farsi dili ilə yazılmış və türk etməli türk tərəkə görünür. Türk onun nə mənədir? O qalıbdır. Türk talibləri ilə sufilər Farsi dili anləməzlər idi. Türklər, türk taliblər hər nədir? Orası qalıbdır. Türk taliblər ilə, yəni dərs oxuyanlar və sufilər Farsi dilin anləməzlər idi. Onlar Farsi dilini bilməzdilər. Onun ehtimalən o deyirlər Mazəndəranda ya Giylanda Şah İsmaili tərbiyyət eləyənlər bəlkə də ondan öncə bir kitablar yazıblar. Onlar Fars danışdığı üçün Farsça yazıblar.
Bu deyir ki, türklər onu anlamırlar o kitabı. Farsi, diqqət buyurun, burada rəsmən deyir ki, fars dili anlamır türklər. Türki talibləri, o türk hər nə nədir? Davamı var. Taliblər ilə sufilər Parsi dilini anlamazlar idi və yenə qaldı məlum etmədiyindən faydasından məhrum qalırlar. Bunlar da o kitabın farsisini əgər Türkiyə dönsə, indi diqqət buyurun, burada ödəsi yazır. Əgər Türkiyə, hətta Türkiyənin üstünə təşdid qoyubdur. Türkiyə dönsə, qamu Türk müridlər, qamu Türk müridlər, bəlkə bütün Türkistan, bəlkə Türkistanı burada yazıbdır. Bütün Türkistan, Türkistan devamı cırılıbdır. Adləri ondan faydeler. Ademləri. İndi burada qalanı neydi? Ademləri ondan faydeler görərlər. Beqayət müstəhsəndir. Müstəhsən yəni gözəldir ki, yazılsın. İndi Vallahül müstəan və əleyhi ət-təkilan. Allah kömək eləyən və ona təvəkkül edirəm. İndi buradan bu üzərini görək ki, yine tarixi təsnif, yazı. Bu çox önəmlidir. Tarixi təsnif özü yazıbdır. Özü də abı rəngilə yazıbdır. Kağız əlbəttə cırılıbdır. Tarixi təsnif. Görək bunu tapa bilirik ki, təsnif. Tarixi təsnif görək nə yazıbdır. Bəhəmdülillah ki, şeyxin himmətindən bu nüsxə surət itmam buldu. Bu kitabın müqəddəməsidir. Əvvəl kitabı yazıbdır. Sonra oturup ona bu müqəddəməni ki, neçə səhifəymiş onu yazıbdır. Tarixi burada orada deyir ki, burada kitab qutardı. Yəni pəs görürük kitab qutarıbdır. Bu kitabın qutarandan sonra tarixi qoydudur. Yəni itmam tarixidir. Bu cəlib olacaq. Bəhəmdülillah şeyxin himmətindən bu nüsxə surəti itmam buldu. Nüsxə gətiribdir, yəni yazı. Bu amma deyir mən tərcümə eləmişəm. Burası mühümdür. Yəni farscadan olduğu üçün buna nüsxə deyib özü. Mənə belə gəlir. Və həmdülillah ki, şeyxin müqəddəmədən sonra gəldiyi üçün bəllidir ki, özü yazırdı. Yəni burada bilirik. Tarix təsnif və həmdülillah ki, şeyxin himmətindən bu nüsxə surəti itmam buldu. Çü şeyxin hali oldu. Munda məzkur, bunun tarixi xali şeyx oldu. Tarixi xali şeyxidir. Xali şeyx oldu. Bu çü şeyxin hali təsnifi beləsi biz yaşıl rəngindən yazaq. Təsnif tarixi çü şeyxin hali oldu munda məzkur çü şeyxin hali oldu munda məzkur munung tarixi خال şeyx oldu. Xali şeyx oldu. İndi xali şeyxi də biraz bir cür yazıb ki, nəzərə gəlir ki, xali şeyx olacaqdır. Bəs bu kitabın tərtibi bir müqəddəmə ilə 12 babidə babə müsəvvəbdür. Ya mübəvvəbdür, mübəvvəb olacaqdır. Bəs ondan sonra deyir ki, bunu əldən yazaram, sığadaram onu. Bəs bu kitabın tərtibi bir müqəddəmə təşdidi var ilə 12 babə mübəvvəbdür. Mübəvvəbdür. Müqəddəmə. İndi müqəddəməni yazır. Müqəddəmədə görək nə yazacaq. Müqəddəmə.
12 fəslidir. Müqəddəmə özü 12 fəslidir. Əvvəlki fəsl əlbəttə dedi ki, bir müqəddəmə, indi ehtimalən müqəddəməyə görə bir şey yazacaqdı. İndi buradan bizə kitab təəssüflə əks salanda, əgər dostlar diqqət eləsələr, əksi salıblar. Kitabın qıraqları çürüdüyü üçün aşağıda səhvə salim görünür. Ya kəsiblər, çürümüşmüş, kəsiblər, ya da ki, əksi naqis götürüblər. Çünki kəlmənin ortasında səhvə qurtarmaz. Yazar gedər o birisi tərəfə. Çünki səhvənin axirində bir şey boş qoyar heç olmasa. 1 millimetr, 2 millimetr boş qoyar. Bu onu görsənmir. Görsən kəsilir. Ya əksi naqis salıblar, ya da ki, kitabı kəsiblər küllər. Amma nəzərə gəlir ki, kitab kəsilməyib. Əksi naqis salıblar. Çünki çox düzdür. Bəlkə də kəsiblər. Müqəddəmə 12 fəslidir. Ehtimalən müqəddəmə özü 12 fəslidir, ya nəcür? Əvvəlki fəsl Həzrəti Risalət Pənah sallallahu aleyhi və aleyhi və səlləm. Aleyhi və alihi əlbəttə yazıb ki, 12 fəslidir. Əvvəlki fəsl Həzrəti Risalət Pənah sallallahu aleyhi və aleyhi və səlləm. Tamam. Aleyhi və alihi və səlləmunə xəbərindən kim Həzrəti şeyx ehtimalən olacaqdır. Burada yazılıb gedibdir, bəllidir. Yəni bəllidir ki, səfə beləsi davam edir. Gəlir beləsi yazır. Yəni yaxşı düz yazır, gəlir beləsi əyilir, gedir üstə. O bəllidir ki, üstə gedib, amma kitab cırılıbdır, yoxdur. Orası yoxdur. Burada görsənmir. Zuhurindən dəlalət eylər. İkinci fəsl yazılıb l gedibdir. Rəngindən bəllidir ki, ikinci fəsl olacaq. Genə bu cırılıb aradan gedibdir. Xəbərlərindən kim Həzrəti Şeyx genə nəmdənxdir, bu bilmədim. Genə cırılıbdır. Şeyxin də şığı var, ayrısı yoxdur. Zuhurə gəlmədin nişanə və cırılıb gedibdir. Həzrəti Şeyx Qüddəsallahu sirrəhul əziz cırılıb gedibdir. Fəsl eyləyən dilir. Əvvəl, indi burada müqəddəmə özü 12 olacaqdı. Biz burada onları görmədik. İndi burada fəslin eyləyir. Əvvəlki Şeyx Qəddəsallahu sirrəhu buradan başlayır. İkinci fəsl. Burada nə yazdı biz bilmədik. Yəni, indi kitabın getməliyik. Çevirsək, bir dənə də çevirsək kitabın o birisi səhvə. İkinci fəsl. O əvvəlki fəsl orada qalmışdı. Bu da ikinci fəsl. Həzrəti Şeyxin Qəddəsə sirruhul əziz davamıdır. Bunlar gedir və burada babu fəsl əvvəl mükərrər vaqi olubdur kitabın içində. Burada indi müqəddəmənin fəsllərini deyir, sonra gəlir kitabın içinin fəsllərini deyir. Çox zalib bir xətt ilə yazılıbdır, amma heç kitab irad görübdür və şey olubdur. Sonunda gəldik, yetişdik, ikinci fəsl, əvvəlinci fəsl orada idi. Əvvəlki fəsl. Ol Həzrətinin ulu xəlifələri zikrindədir. İkinci fəsl. Burada bir 20 yazılıbdır. 20. Bəli, burada 27-ci fəsl. Tamam, düzdür. Bu birisi səhifədə kim Həzrət, bu da kim Həzrət, düzdür, düzdür, səfələr düzdür. İkinci fəsl. Ol Həzrətinin geçici xəlifələri, yəni geçici ola bilər, geci xəlifələri vəsfində çün kitabın dibaçəsi və əvvabi ilə fusuli yazıldı, məqsudə şuru olur. Be onullah Teala, burası cırılıbdır. Teala və hüvəl müstəan və əleyhi təkəlan, əmma kitabın müqəddəməsi və əvvəl 2 fəsl, tamam, əvvəlki fəsli buradan başlayır yazmağa. Amma biz əvvəl gedək bir iş görək. Burada indi görək, əcəba bizə icazə verəcəkdir bunu bağlayaq, tazaşdan açaq. Görək ki, icazə verəcəkdir. Biz burada o yazdığımızı götürək, o birisilərə də yapışdıraq. Tamam. Umarım ki, gəlsin bura. Burada plus'ı görsədir, amma telefondakı plus'ı görsətmir. Cəlibdir.
Yəni biz bunu əlyazma tarixləndirir. Görək ki, burada nə deyir? Hə, bu indi oxuduğumuzda Şeyx Heydər, onların da yazıbdır burada. Biz gedək burada bir şey dedik, səsini onu qoydu. Bunu götürək, aparaq yapışdıraq. Burada new chat eləyək. Tamam. İndi buradan sonra biz istiyoruz bir şey yazaq. Yazı yazır. Bu yazı yazdı. Getdi axirə. İndi gələk biz burada bunu yazaq ki, bu əl yazmanın yazılma tarixi haqda belə bir cümlələr var. Haqda belə bir cümlələr var. Nə mənədir? Onu yazaq burada. Yazar Məhəmməd, orada nə demişdi özü? Bunu cümləsini oradan tapsaq, onu yazsaq dahi özünün cümləsi çox yaxşı olar. Burada aha. Fəqirlərindən bəndəsi, mən bunu biləsi, çox oldu, şey oldu. Fəqirlərinin bəndəsi, və dərvişlərinin ayağı toprağı Məhəmməd İbni Hüseyn Əl-Katib yü'rəfü بنشاطی Çim Şiraz Züng şəhrində bir bucaqda oturub. Tamam, bunları geçək. Həzrəti filan kəlamının hökmü ilə filan zikr tərcüməsi, yəni tərcümə oluyor. Deyir ki, burada Ali ibn Əbi Talib Salavatullah və salamühü aleyhi və alihi kəlaminin hökmü ilən kim buyurubdur zikrül evliyai
ينزل ينزل الرحمة يعني ترجمة اولیا ذکری اولسه هر خانده اولسه هر خانده Tanrı'nın rahmeti iner anede. Tezkiretül Evliya, Tezkiretül Evliya'nın kitabı mutala qılırdı. Mutaliə qılırdı. Burada çox yine uzun şeyler deyir. Gedək bura, bu birisi səhviyyə. Taciye Lale Flan Yaranın zeminde ve derinliğe Ağzının pertüvi nezelli avukatının saatiyle degayı Tanrı'nın daveti izharıyla sarf olur diye her Şimdi burada Hase Sultan Arif'in Burhan falan bu ne? Çox bu cümləsini ehtimalə mən bunu yazacağam. Hər halda deyir ki, Əkməlül Mükellimin və Əfzəlül Mühəqqiqin Məşhurul Afaq Sultan. Biz burada getdi. Əkməli Mükəmmilin və əfzəli el-muhəqqiqin məşhur el-afaq Sultan Şeyx Səfi el-milləti Şeyx Səfiyyül milləti vəl-haqq vəd-din İshak Qəddəsə Allahu sirrəhul əziz Buradıq getdi, iştibah elədik. Sirrəhul əziz Nüng Sireti. Tamam, buradan geçirik o birisi səhviyyə. Burada devam edirdi. Burada gəldik. Səfəni çevirəcəyik.
Tamam, bunları gətirir. Harasını biz buranı haranı yazmışıq. İstəyirəm gələn buradan. Aha, Şeyx Sədrülhəqqi falan bunları oxuduq. Ədin Musa Sədrülhəqqi və Millə və Musa. Okay, buradan bu üzəni yazdığımız cümlələrin üzündən gedək. Çünki bu əyridir. Oxuya bilməyəcəyik. Sirəti Əddin Milləti və din, sonra Şeyx Sədrülhəqqi yox, beləsi deyək. Əzizün Şeyx Sədrülhəqqi vəl-millə yox, bunu yazmışdıq. Şeyx Səfiyyül Milləti və Həqqi və din, biz bunları yazmışıq, düzdür, tamam, bunları yazmışıq. Ta gəldi əzizin, ondan sonra Musa, Şeyx Musadır bu da. Görsənmir təəssüflə. Şeyxin silah Musa Gəndə yazılı bəlli olmur ki, Farsi dili ilə yazılmış. Əgər Türkiyə dönsə, qamu Türk müridlər bəlkə bütün Türkistan burada faydasıyla bəlkə Türkistan harda qaldı bu Türkistan sözü? Yazılmış taliblər, adları falan. Burada devam etməliyik, buranı yazmalıyıq, amma yox, yeterməliyəm. 1, 2. Talibləri Farsi anləməzlərdi. Farsi dili ilə yazılmış idi və Türk talibləri ilə sufilər və Türk beləsi qoysaq oxunacaqdır inşallah. Olmur, bunu gərək çəkək bu yüzlük. Tamam, indi oldu. Bəlkə Türk qamu dili ilə yazılmış, haradaydı bu? Əgər yazılmış idi və Türk taliblər ilə yazılmış və Türk talibləri ilə sufilər Farsi dili anləməzlər idi. Və orada düşübdür, məlum etmədiyindən, faydasından məlum etmədiyindən
faydasından mahrum kalırlar. Mahrum kalırlar. Əgər Türkçe, indi burada səhvənin qırağı yenə də dediyim kimi görsənmir kamil, amma nəzərə gəlir ki, burada cümlə şöyle, əgər Türkiyə dönsə, qamu türk müridlər, bəlkə bütün Türkistan adəmləri, Türkistan adəmləri ondan faydalar görürlər. Ondan faydalar görürlər. Faydaları necə yazmışdı? Ondan faydalar görürlər. Burada vav yoxdur, vav silah. Görürlər. Bəğayət mühsəndəndir. Gayet müstehsendir. Vallahul müstean ve aleyhi tekelan. Vallahu el-müntean ve aleyhi el-tekelan. Tarixi təsnif. Əgər bunu yaza bilsək da təsnif. Bəhəmdülillah. İndi buranı beləsi yazaq. Bəhəmdülillah. Bəhəmdülillah ki şeyxün himmətindən himmetinden bu nüsxə surəti itmam buldu. Bu nüsxə surəti itmam buldu. Çü şeyxin hali oldu mündə məzkur. Çü şeyxin hali oldu mündə məzkur. Bunun tarixi xali şeyx oldu. Bunun tarixi xali şeyx oldu. Mənə bu qədər yetişər. Burada belli olur ki adı neydi bu adamın? Muhammed bin Hüseyin el-Katib Nişati Musa adlı
Musa adlı bir şeyhin Farsça kitabın Türkçe'ye tercüme etmiş. Belki ondan dolayı öz kitabına nüshe demiş. Elbette yazının devamında yazar haber verir ki bu kitap bir mükaddeme ve on neçeydi? Kitabın tertibi bir mükaddeme. Bu kitabın bu kitabın tertibi bir mükaddeme ilen 12 babe mübevvebdir. Bu da onu gösterir ki evvelce kitabı tercüme edip sonra ona bir mükaddeme yazıptır. Oh, bağımız çatladı olan. Bağımız çatladı. Yazıptır. Ona bir mükaddeme yazıptır. En önemlisi budur ki Hali Şeyh bu nüshe ya kitabın yazılıp kurtarmış tarihidir. Hali Şeyh əbcəd üzərə hangi ili göstərir? Ədə üzərə hangi ili göstərir? Tamam. Çox uzun oldu, amma yazmaqdan da çəkinməli deyildim. Yəni 2 dənə iş görməliydim əvvəl. Bu ki tamam. Ondan sonra gələk bunun ikincisini də buradan götürəcəkdik ki, bu yazmışdı. Burada yazdıq. Ay, bu yox, deyil. Tamam, yapışdıraq buraya. Bu 2, o 3. Aha, buraya yapışdıracağıq. Və burada yapışdıraq.
Tamam. İndi bunu görək ki, kitab hangi zaman yazılıbdır? Çünki onu biz bildik ki, hududən 450 illə 502 il öncə yazılıbdır. Bu iki, amma burada 52 il ara var. Yəni çox böyük bir zamandır. Burada bir tarix veribdir. Acaba bu tarixdən biraz dəqiq daha dəqiq tarix çıxar yox. Yazıldı ki, indi burada belə yazdı. Görək, əgər bunu tapa bilsək. Görək bu nə yazdı. Tamam. Deyir ki, bu da latincə yazıbdır, cəlibdir. Xali Şeyx ibarəsinin əbcəd hesabı ilə qarışıqlığı və bu nüsxənin yazılış tarixi. Əbcəd hesabında hər hərfə müəyyən bir rəqəm dəyəri verilir. Xali Şeyx sözündəki hərflərin əbcədi ehtimalən ədədi yazıbdır. Ədədi qiymətlərini hesablayırıq. X, xal. Xal özü sözü 600'dür. Ehtimalən X özü 600'dür. Əlif şey var, xalın X 600. Əlif özü 1'dir. Lam, xal 30'dur. Şin, şeyx sözündə. Şin özü 300'dür. Y 10'dur. X gene 600'dür. Çox yuxarıya getdi. 1551'ə gəldi, çıxdı. Yəni bu 1541 kollən. Bunu göstərir ki, bu kitabın tarixi miladi yazılıbdır. İlla ki, deyək, xal özüdür, xal şeyx deyil. Xal özü olsa 600, bu da 631 elər. Bu da cür gəlmir. Çünki 631'də yazılsa, yəni kitabın üst-üstə 800 il ömrü var hüdudən. Hesablayaq. Desək ki, indi 1448'liyik. Bundan çıxsaq 631'i çıxsaq 817 il bundan öncə yazılar. Bu deyil. Amma bu da deyil. Çünki bu da 1500'ü göstərir. 1541 əlbəttə burada cəm eləyib özü 1541 göstərir. Hicri tarixi ilə 1541 ilinin göstərir ki 1541 hələ qalır 100 il ona. Bu da miladi ilə təqribən əsərin ortalarına işarə olub. Belə 1541 hələ gəlməyibdir. Yəni bunu istəyirəm deyəm ki, gəlməyibdir. Şah Təhmasib dövrünün parlaq çağlarına təsadüf edir. Nə cür olur 1541 deyəndə nə cür gələr olar? Mən bunu anlamadım. Miladi görsən ta hicri. Hicri tarixi ilə bunu deyim ki, qoy bunu buradan götürüm, deyim bunu bu cümləni ərəbcə və ya Güney Azərbaycan türkcəsi ilə yazarsınızmı? Bu cümləni Güney Azərbaycan türkcəsi ilə belə yazarsan, bu cümləni ərəbcə ilə ya da Güney Azərbaycan türkcəsi ilə belə, mən demirəm ki, bunu yaz. Aha, onu qoymamışam. Kopya eləyək. Bu cümləni Güney Azərbaycan türkcəsi ərəb əlifbası ilə belə yaza bilirsiniz. Hicri tarixi ilə 1541 ilini göstərir. Bu da miladi ilə təqribən 16-cı yüzilin ortalarına 1-ci Şah Təhmasib dövrünün parlaq çağlarına düşür. Bu doğru gəlmir. Çünki 1541 hələ gəlməyibdir. Burada bir şey, əlbəttə bu gəldi dedi ki, miladinin 16'sına düşür. 16-cı yüzyıla. O da düşür
hər halda doğru tarix çıxmadı buradan. Bəlkə tarixi xal deyək ki, tarixi xal sözü nə olar? Tarixi xal sözünün əbcəd hesablaması neçə olar? Görək ki, burada nə yazır? Tarix əlif T 400-dür özü. Əlif 1-dir, R 200-dir, Y 10-dur, X 600-dir, Y 10-dur, H 8-dir, əlif 1-dir, lam 30-dur. Cəmi hesabı nə olar? 1260 olar. Bu da düz deyil. Yəni, burada bir əcəba bu X yerinə hal yazmayıbdır. Baxım, orada bir də ona baxaq. Görək ki, bəlkə X yerinə xal yazıbdır. Ola bilər bu hal olsun. Görək hal olsa nə olar? Hal-i şeyx əbcədlə neçə olur? H 8, əlif 1, lam 30, şin 300, Y 10, X 600. 949-a gələr. X eləyəndə 949-a gələr. 949 olanda 949 Hecridə Səfəvi dövlətində kim hakim idi? Görək ki, bunu gətirə bilir ki, 949 olsa. 949 Hicri ilində Səfəvi dövlətinə hakim olan Şah 1-ci Təhmasib, Şah Təhmasib ibn Şah İsmail idi. O 930-cu Hicri ilində, yəni 940 ta ilindən 984-cü Hicri ilinə qədər təxminən 54 il Səfəvi hakimiyyətinin başında olmuşdur. 949-cu Hicri ildə düz onun hakimiyyət dövrünün ortalarına təsadüf edir. Tamam, bəs kitab doğrusu budur. Xal deyə, haldır. Ona üçün dedik ki, şeyxin halı olduğunda məzkur, bunun tarixi hal-i şeyx oldu. Hal-i şeyx yox. O da olur 949-cu il 949 Hicri. Bu hal-i şeyx sözü. Tamam. Burada da səfəriyə düşür. Kitabı 949-da yazıbdır. İndi tarixi kitabın yazılmasının qurtarış tarixi tamam, beləsi oldu. 949 Hicri. Tamam. İndi bunu rahatca çıxada bildik buradan. Bizə çox bir gözəl şey verdi. Desək ki, 1448-ci il deyirik. Bundan çıxsaq 949. Mən 59 yazdım. 49. Bu olar 500 il bundan öncə. Üst-üstə 499 il öncə. Kitab 499 il öncə tərcümə və yazılmış. Tamam, çox gözəl. Məncə bugün yetər. Biz bunu bu kitabın haqqında çox ciddi məlumatlar əldə elədik. Bunu da burada yazım ki, bəlli olsun. Hali
من yazarken sahv etmişem. Lütfen hali şeyh yazar. Ben yazarken sahv etmişim. Lütfen hali şeyh sözün abcedle hesap edin ki kitabın doğru yazılmış tarihin göstersin. Tamam, bunda bu qədər oldu. Məncə bu qədər yetər. Çox bir heyf kitab naqisdir. Amma biz bu kitabın fəsillərinə baxanda, fəqət fəsillərinə burada baxsaq dostlar, o kitabın qalinliğindən xəbər verir. Mən bunu azaldım. Kitabın müqəddəməsi özü 11 müqəddəmə 11 fəslidir və hər fəslin özü. Yəni diqqət buyurun, bu səfədən başlayır fəsilləri yazmağa ki, burada qıraqda gördük başladı. Sonra buradan başlayır bu bir səfə, bu ikinci səfə və bu üçüncü səfə, dördüncü səfə, beşinci səfə, altıncı səfədə bu kitabın şeyi başlar. Amma kitabın müqəddəməsi buradan başlayır. 6 səfə fəqət bu fəsillərin yazıbdır. Yəni bu kitab çox qalin bir 600-700 səfəlik, bəlkə də 1000 səfəlikdən çox bir kitab olacaqdır. Əcəba, yox, istəyirdim deyəm ki, bu neçə gün bundan qabaq bir kitab oxuduq ki, o da Tarix-i Rusul vəl Muluk adında bir kitabdır. O deyil. O deyil, amma bu aynı şeylə yazılıb, amma onu yazan bir Xarəzmidə əyləşən bir adam idi, yazmışdı. Əgər tapsam buradan, yox burada deyil, o birisi səfədədir, ehtimalən. Bəli, buradadır. Onu yazanın adı, əvvəl yazan Əbu Cəfər ibn Muhammed ibn Cərir ibn Yazid Təbəridir. Sonra onu kim tərcümə elədi Türkçəyə? Onu Farsçaya tərcümə eləyən Əbu Ali Məhəmməd ibn Məhəmməd Ali Məhəmməd. Əbu Ali Məhəmməd ibn yazan Farsçasını tərcümə eləyən Əbu Ali Məhəmməd ibn Məhəmməd ibn Abdullah el-Bəl'əmi əl-Vəzir ki, bunu sonra Əbdülməcid ibn Hafizülkəlam 928-də tərcümə eləyibdir Türkçəyə. Biz bunu gördük, amma bu, mən istəyirdim yəni ki, bu ola bilər, o deyil. Mən bunu axtarıram yenə, əgər tapsaq bunun əsli kitabın, bu da bizə çox böyük məlumat verər Səfəvi dövlətinin dili haqqında. Biz burada görürük ki, bu yazı Cığatayca yazılıbdır, çox qalin bir kitabdır. Ən azından 1000 səhifəlik kitab mən buna deyə bilərəm. Yəni, istəyək ki, bu hər fəslidə bir 10 səhifə yazsa, çox uzun bir səhifələr olacaqdır ki, mən inanmıram o qədər olsun, bəlkə də çox olar. 1000 səhifədən çox olar bu kitab. Amma bunun adını bilmirəm, hardan gətirdi, Süffətül Səfa Şeyx, ehtimalən bunun adını mən orada oxudum, bir şey görmədim, amma ola bilər ki, bu o cür bir kitab olsun. Burada əlbəttə gəlir müqəddəməsini oxuyaq. İcazənizlə mən biraz buradan oxuyayım, çünki bu məni biraz bu kitabın adına görə bəlkə bizə bir şey versin. Ol Həzrətinin ikinci fəsl. Əlbəttə bu birinci fəsl nədir? Əvvəlki fəsl Həzrətinin bunlar keçdi müqəddəmə. Fəsl, birinci fəsl, müqəddəmə haradadır? Amma kitabın müqəddəməsi və o iki fəslidir. İndi burada
yoləsir əvvəlki fəsl. Həzrəti Peyğəmbərin sallallahu aleyhi və səlləm xəbərlərində kim ümmətləri Həzrəti Şeyx Qüddəsi ruhu rücu eyləyibdir. Hikayət ki, belə bir hikayətlə başlayır. Hikayət Sultanül Məşayix Əl-Mühəqqiqin Şeyx Sədrül Milləti və Din Ədaməllah Bərəkətəhu buyurdu kim? Bu şeyx kimdir? Bunun adını necə tapa bilsək, üstdəki bölümə bir qeydaq. Bəlkə orada bu Sultanül Məşayix Mühəqqiqin Şeyx Sədrül Milləti və Din qabaqda da demişdi, amma üstdə mənim nəzərimə gəlir ki, bu sübh nə sübhüdür və bu günəş nə günəşdir dedilər. Bu sübh Həzrəti Şeyx Zahid Qüddəsi Sürruhdur kim cəhanın qaranqılığını gedirib aydın qıldı və burada bir şey yazılıb oxumur. Nəş Həzrəti Şeyx Səfiyyəddindir Qüddəsi Sirruh kim afaqi tərbiyyət etdi. Orada vəsətdə cırılıbdır. Bir günəş doğdu cəhanın məşriqindən kim cəhan şərqidən qərbə oldu münəvvər nuridin. Hikayət Sultanül Məşayix Mühəqqiqin Şeyx Sədrül Milləti və Din Ədaməllah Bərəkətəhu buyurdu ki, məfxər-i itrət-i tahirəti. Burada bir şey yazılıb oxuya bilsək əgər. Xutenlu Seyyid Cəlaləddin Xutenlu Seyyid Cəlaləddin kim ləqəbi məşuq ilə məşhur olmuş idi. Dedi ki, Əsfəris dərvazəsinin dişxarisində kim Həzrəti Şeyxin Qüddəsi Sirruh mütəhhər mərqədi və zaviyəsi anda vaqe olubdur. Ərdəbilün yazılarında Həzrəti Peyğəmbər əleyhissalatu və səlam qalın tabiin ilə ovliyanın ortasında durmuş. Vaqiədə gördüm ki, mübarək əllərin qaldırıb dua eylər idi və yanındakılar qamu amin dirlardı. Sordum, kim Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm kimin üçün dua qılır dedilər. Şeyx Səfiyyəddin üçün mən iləri vardım və Həzrəti Risalət Pənahi sallallahu aleyhi və səlləm ziyarət qıldım və kətəxəli belə xəli bu nə deməkdir? Ketbən xəli edib dedim ya Rasulallah. Nə mənədir bu demək? Kətbən xəli ya kita xəli edib dedim ya Rasulallah, bu duayı kimin içindir və səbəbi nədir? Vəhy bu yetirici mübarək ləfzi ilə buyurdu. Ləf bitirici mübarək ləfzi ilə buyurdu Şeyx Səfiyyəddin. Burası görsənmə dinimi nikdən zinət ilə qüvvət verir. Beyt dövlətinin gedib ortası ruz əzəldən ta əbəd günəş gündə 5 qatilə nə belə oxunmur. Və sallallahu ələ xeyri xəlqihi Muhammedin və alihi və itrəti. 2-ci fəsl. Xəbərlərdə kim ovliyalar Həzrəti Sultan Şeyx Səfiyyəddin Qüddəsi Sirruh bizə zuhur olmadın nişan vermişdilər. Hikayət. Tamam, beləsi bir hikayətlərdir. Biz kitabın tarixini tapdıq. Bunun adı bəlkə əgər Siffətül Səfa tapsaq kitabını, onda bunu eləyə bilirik ki, oradan tapaq. Hər halda bugün bu qədər yetər. İnşallah ömür olsa bir ayrı gün bir ayrı kitabla tanış olarıq. Hələlik. Sağ qalın.